Ulu Tanrı'nın adıyla. Bu günləri beyin mühəndisliyinə qarşı Türkcə əski kitabların 297-ci bölümünə başlayıram. Buracan 550-dən çox Türkcə əski əl yazma kitabları tanımağa, adları ilə, özləri ilə, biraz qonuları ilə, hangi mövzudadılar, o vaxtda tanışdıq və gördük ki, bizim türk dədə-babalarımız keçən 1000 illərdə topladıqları təcrübə, siyasət, anlayış, hüquq, fəlsəfə, bunların hamısını bizlərə dil və yazı uyğarlığı vasitəsilə bu günəcən yetiriblər. Və biz bunları təəssüflə keçən 250 ildə yavaş-yavaş işğal olmuşuq, beynimiz işğal olduğundan dolayı bunlarla tanışlığımız yoxdur və deyirik ki, bizim türk dədə-babalarımız bizə heç bir şey yazı təməddünündən və dil təməddünündən qoymayıblar qala. O halda ki, görməmək, bilməmək yox anlamına gəlmirmiş və mən ən azından bu proqramı başlayandan biraz öncədən bunu anlamışam ki, türk dünyasında ən azından 1 milyon cild əski yazılmış kitablar var. Əl yazma kitablardan danışıram, çap olan kitablardan danışmıram. Və təəssüflə biz bunlardan çox azını tanırıq. Hətta desəm, məsələn, bəlkə 100 danasını tanımırıq türk dünyasında. Bəlkə çox zor belə ola bilər, yəni inanması da zor olar. Gedək görək bu günləri 297-ci bölümdə hangi kitablar bizə rast gələcəkdir və biz onları oxuyub onlarla tanış olmağa çalışacağıq. Dünən keçmiş cələsələrdə əgər səhv eləmişəm, Məqalat-ı Hacı Bəktaş Vəlini keçmiş cələsədə oxuduq. Bundan da biraz çox oxudum. Əlbəttə çox deyəndə, yəni səhifələrində yazdıqları cümlələrin sayı az idi, amma hər halda biraz oxuduq və bir kəlməni 4 yerdə gəlmişdi. Ən azından onu oxuya bilmədim. Ondan sonra bunun dili, yazılışı çox mənə qolay gəldi, amma anlayış, anlaması, dərin mənalarını düşünmək özü bir şagirdlik dövrəsi istər. Gedəsən bir ustadın yanına, bunları öyrəşəsən və bunlarla irəli gedəsən. Dünən, yəni getmiş cəlsədə bir dənə də kitab açmışdıq, adı Nəsihətnamə idi. Gedək görək ki, bu Nəsihətnamədə nələr var? Bu günləri o Nəsihətnaməni açırıq, əlbəttə onun yanında gedək görək ki, bir dənə də kitab açaq ki, ehtimalən əgər şey eləyə Məntiq-i Teyri Nəvai əl yazma. Əlişir Nəvainin həttəmən bir Məntiq-i Teyr adında bir kitabı olmalıdır. Bəlkə də bir ayrı nəvaidir, amma onu oxuyanda biləcək. İndilikdən hələ bilmək olmur. Bu kitabı səfəsi açılıbdır, cildin əksini qoymayıblar, səfəsini qoyublar. Mən də bunu biraz kiçildim ki, səfədə kamil görsənsin. Cildi açıblar, görürük ki, cildin içi bir sürməyi kağızla ya müqəvva ilə cildə yapışıbdır. Birinci səhifədə kitabın adının özün, dövrəsinin və yazanın adının silmağı görürük ki, adamlar rəsmən çox üzr istəyirəm, əllərin durublar tüpürcəklərinə və bu tüpürcəklə oranı siliblər, kağızı didiblər, ha belə o adamın adını aradan aparıblar. Bu bir növ düşmənlikdir. Burada bir nə var imiş bilmirəm, Nəsihətnamə min məarifi, burada bir şeylə vardı, ad var, yəni adamın adıdır, yazanın adıdır, Rəhmətullah Taala. Bəllidir ki, bu tərəfdə də yenə bir şeylər yazılmışmış, elə bu xəttin. Yəni bunu beləsi deyə bilirəm, bu Nəsihətnamənin üstündən, yəni bunun öncə bir üstə bir sətir yazılıb, bir sətir başlanıb, gəlib yatıb, sətrin axiri Nəsihətnamə min məarifi, altında təzəşdan bir xətti vardı ki, gedir bu Rəhmətullaha yetişir, ondan aşağı təzəşdan bir xətt var, onu da siliblər, ondan aşağı bir xətt varmış, yenə siliblər, yəni burada çoxlu xəttlər siliblər, sətirlər, xəttdən mənzurum, sətirlər siliblər, bir möhr görürük, bu möhrü
hara vurubdu, nə cür vurubdu oxunmur. Onun altında soralarca bir nəsihətnamə bərayi təhzib əxlaq belə bir şey yazıblar. Amma mənə belə gəlir ki, burada bu kitab İranda saxlanır. Belə gəlir. Nəzərimə gəlir ki, bu möhür düzdür, silinib yaxşı görsənmir. Amma mənə gəlir, belə gəlir də, yəni mütməyin deyiləm. Ola bilər ki, bu İranda farsıca yazılmış ola bu möhrün üstə, amma mütməyin deyiləm. Taze-i gülhay cahan خوشرنج و خوش بوییدلیک جرخی مارunun digərdar dəfə buyi digər. Belə bir şey də burada yazıblar, yenə bilinmir nədir. Aşağıda yenə bir şeylər yazılıb ərəbcə, onu da siliblər. Oxunmur təəssüflə, bir dənə də möhür var, o da görünmür. Yəni buranı, bu səhifəni əslində istəməyiblər oxunsun. Babi göz ağrısı üçün əzüb üstünə nəmənə, bunlar da biraz silinibdir, oxunmur ki nədir. Hər halda bu kitab harada saxlanır? Millət Genel Kitab Kütüphanəsi. Zahirən bu kitab Türkiyədə saxlanır, amma möhürləri mən burada görürəm, möhürlər, bu iki möhür ki burada görsənir, bunlar məncə ya Osmanlıdadır, bu ola bilər, bu Osmanlıda ola bilər, amma bu da bir cürdür, görünür ki, mənə gəlir İran olacaqdır, amma hər halda önəm daşımır, çünki bu kitab indi Osmanlıdır. Hər yerdə olur olsun siliblər, o kitabın orasını düşmənlik deyə siliblər. Kitabın birinci səhifəsi başlayır, Bismillah zat yoxdur, niyə yoxdur, onlar bəlli deyil. Və kitabın hətta burada da 2-3 yerdə yəni beləsi silməyə çalışıblar, kağızı qopardıblar. Kağızın üstündən bir qat, nazik qat sırılıb qopubdu. 2 yerdə burada səhifədə, birinci səhifədə görsənir. Gözəl bir xətti vardı. Nəyə gözəldir? Çünki mənim kimi savadsız bir adam eləyə bilər bu xətti rahatca oxusun. Əlbəttə ki, bunun içində təxəssüs olacaqdır. O təxəssüsü oxumaq, onu anlamaq özü başqa bir şeydir. Amma bu ki, əlifbanı oxumaq özü başqa bir şeydir. Kitabın çərçivəsi yoxdur, tərsibi zadı yoxdur. Heç yerdə bəzi cümlələri görürük ki, qırmızı yazıblar, nöqtələr əvəzinə yoğun, yəni biraz yekə nöqtələr qoyublar, içi dolu və kitab beləsi davam edir. İki tərəfi kitabın boşdur yazı yazmaq üçün, yəni hər kəs istəsə yazı yazsın, bəlkə də 3 tərəfidir, bunu mən görüm. 2 tərəfi kitabın yazı yazmaq üçün, qıraq yazı yazmaq üçündür. Eyni o vəziyyətdə o xəttlə davam edir. Bəzi yerdə də zahirən nəzərə gəlir ki, bəzi kəlmələri ya içəridə yazmayıblar, qıraqda onu yazıbdır, ya da mənasını eşikdə yazıbdır. Belə görsənir, bəzi yerdə də yaddan çıxıbdır. Bunu göstərir ki, bu kitab ki yazılıbdır, bu nüsxədir, əsli deyil. Çünki məsələ çox yerdə yadından çıxıbdır, qıraqda yazıb. Nə'ti seyyidül mürsəlin sallallahu aleyhi və səlləm, məsələn, bunu deyərək eşikdə yazıbdır. O halda ki, bu içəridə olacağı idi mətnində. Bu cürsü görürük kitab 315 səhifədir, amma bu 2-yə qatlanacaqdır. Niyə ki? 2-yə vurulacaqdır, çarpılacaq. Niyə? Çünki bu kitab hər PDF-də, hər PDF-in bir səhifəsində kitabdan 2 səhifə qoyublar. PDF-də 315 görsənəndə bu kitab 630 səhifəlik bir kitabla qarşı-qarşıya çıxırıq. Kitab hər halda biraz salim qalıbdır, ora-burası cırılıbdır, şeyi görsənir, yapışdırıblar təzəşdən. Şirazəsində də biraz irad görsənir orada burada, amma çox gözəl bir xətt ilə belə bir səhifədən sonra, yəni məsələn deyək ki 17-ci, 18-ci səhifədən sonra əslində 21-də görürük ki, başlayır. Ehtimal verirəm ki, bu bir ayrı kitabın şərhidir. Amma ehtimaldır bu. Gərək kitabı oxuyaq, görək ki, nədir. Bəzi 20-ci səhifədən başlayır, bəzi kəlmələrin başı üstündə qırmızı xətt çəkir. Yəni ki, bu kitab onları tozih verəcək, ya onları açıqlayacaqdır.
Bunları görürük. Qırmızılar da mətnindən çıxdılar qırağa. Yəni öncədə yazının ortasında idi qırmızı və mən deyirdim bəlkə nüsxəçi yadından çıxıb onları eşikdə yazıbdı, amma indi görürük kollən dibdən kökdən o qırmızı yazılar ki, qonuları başlığıdır, onları kitabın içindən çıxartdı, qıraqda ya haşiyədə yazdı. Burada da görürük ki, ehtimalən qıraq yazıların hamısı qərədir və xətti fərqlidir. Bu xətt içəri ilə çox fərqli qələm və xəttin özü fərqlidir. Yəni ola bilər ki, iki ayrı adam bunları yazıbdır. Çox kitab gözəl qalıb əslində. Buradan bu üzə görürük ki, xəttlər yenə də qıraq yazılar var və çoxalır qıraq yazılar. Bəzi yerdə də görürük ki, hər halda su tökülübdür ya yemaqsat tökülübdür, siliblər, onları da görürük. Yenə də bəzi kəlmələri mətnin içində qırmızı yazdı burada. Amma sütunsuz çox gözəl bir vəziyyətdə davam edir. Bu kitabı burada məsələn görürük ki, şeir kimi bir şey yazıbdı qıraqda. Nizami Xəmsə-i Nizamidən ehtimalən bir şey götürüb burada yazıbdı. Bilirsiniz, bu kitabları ki, mən görürəm, bunlarda heyfim gəlir, əfsus edirəm ki, mən türkcə ədəbiyyatda, qədim əski yazanlarda təəssüflə heç bir savadım olmadığı üçün bu kitablar mənə deyə bilərdi ki, hangi şairdən, məsələn, deyirik ki, kitabı var idi, itib də əlimizdə yoxdur. Ola bilər, bunlar Osmanlıda olsun hamısı, amma biz onlardan təəssüflə oxumadığımız üçün ya oxuya bilmədiyimiz üçün onlardan heç xəbərimiz yoxdur. Bu kitablar indi mən ki, başlamışam oxumağa, o yaxşı bir şey olardı, amma dediyim kimi mənim də təəssüflə xəbərim yoxdur ki, məsələn, hangi şairin, hangi yazarın kitabları bir yerdə adı gəlibdir, amma əldə yoxdur deyə bizə eşitdiriblər. Adam onları bilsəydi, burada bu kitabların içində axtarardı, tapardı. Hər halda az deyil, yəni 550 kitab deyək ki, bunun 40-ın, 45-in bəlkə üstündən keçərək kitabın özünü aşmamışıq, amma ən azından 500 kitabın burada səhifələrini aşmışıq, danışmışıq, göstərmişik. Məsələn, burada bu 630 səhifəlik kitabı əslində biz əvvəldən axirə dana-dana səhifələri çevirdik, gəldi, yetişdi axirinə. Əvvəldə də cildi göstərməmişdi, axirdə də cildi göstərmədi və burada sonunda yazıbdı ki, 312 səhifə. Kitabın adını bilmirik, hələ feilən bilmirik. Burada yazıblar nəsihətnamə, bir də yazıblar məarif. Yəni burada iki dana belə bir şey yazıblar. Məarif PDF, nəsihətnamə PDF. Amma bu kitab əvvəldən axıra belə gəlir ki, birdir o möhri ki, mən deyirdim İrandır, o da İran deyilmiş. Burada görsənir, Türkiyə olacaq da, amma o da görsənir burada. Aşağıdakı da o ki, deyirdim, bir dənə də ayrı möhrü burada vardı sonda. O oxunmur, o ki, deyirəm, ehtimalən İstanbuldur. Onun ulduza ayı gördüyümə görə onu deyə bilirəm ki, bu şey deyil. Burada da mərhumi Ali Salam ibni mərhum nə mərhumi vəqfi vəziri əl-Əzəm Ali Paşa ibni mərhum nədir bu? Oxumur. Bəlkə üstə geçsə bunu daha biraz. Hər halda bu vəzir-i əzəm olacaqdır. Amma görək ki, bu kitab axir səfhəsindən biraz oxuyaq. Görək ki, bu kitab hangi tarixdə yazılıb, əgər burada desə yaxşı olar. Hər biri lütf eyləyibən bir midadidə
bir midadidə ki vərəq ki xəmrindəndir iman ilə gedə. Amin ya Rəbbəl aləmin. Buradan bu cüzəsi mühümdür. Oxuyarıq, gəllik nədir? Çün söz bu araya gəldi, bu cildi, bunda tamam. Bu cild, birinci cild burada tamam olur. Çün söz bu araya gəldi, yəni bu araya, bura yetişdi. Bu araya gəldi, bu cildi, bunda tamam eylədim. İnşallah cildi əxiridə, sonki cildidə təzküri oliyaya ihtimam edəlim. Ta hər birisi başqa bir kitab gibi ola. Adəm ola ki birini yazdırmağa iştifaq qıla. Burada da aşağıda bir şey yazıbdır. Burada tarix görmədik. Qeyd edək kitabın ən başdan başlayaq. Görək bu kitabda özü nə yazıbdır. Təəssüflə dediyim kimi kitabın adı burada yazıblar Nəsihətnamə min məarif nəmənə Nəsihət. Pəs ad Nəsihətnamədir. Bu burada indilikdə bu cür yazaq görək ki nə çıxır. Tühəfi təhiyyat bihəd və hədayای məhamid la tühsa və la tuəd. Şül padişahın dərgahına ərz olunur ki, cahan padişahları qapısında bir kim gədasidir. Və cəvahiri şükr sipas və dürəri isnaiyə səna sözündəndir. Dürəri isnaiyeyi bi qiyas şül. Buranı siliblər. Anın eşkineyi şargilənür ki 18 burası da silinibdir. 18 aləmin vücudi anın ədna ətasidir. Ehtimalən 1000 olacaqdır. 18.000 ehtimalən şargilənir ki 18.000 ehtimalən 18.000 aləmin vücudi anın ədna ətasidir. Ədna yəni ən aşağı mərtəbədə. Ərəbcədir. Bir nəfsdə verdiyi nemətin 100.000 illərlə çalışıb şükri əda qılınmaz. Bu Sədi də bunu şeir eləyibdir. Bir nəfəsdə verdiyi nemətin 100.000 illərlə çalışıb şükri əda qılınmaz. Çün şükrə qədər qüdrət dəxi anındır. Pəs əcizdən dəqiqən demək olar ki Sədi bunu götürübdür, şeirə çeviribdir. Baxın, dəqiqən budur. Bir də burasını oxusam, bir nəfəsdə verdiyi nemətin 100.000 illərlə çalışıb şükri əda qılınmaz. Çün şükr qüdrət dəxi anındır. Pəs əcizdən qeyri şükrə nə çarə bulunmaz. İtiraf əcz və məzəllət gibi bəşərdə vəsilət olmaz. Burada bir şey yazıbdır, cırılıb mütəzzəm, biqərardır. Nədir? Qərari təsəvvür. Mərifət kimi insanda fəzilət olamaz. Bir zərrə qədər mümkün fəqirün nə qüdrəti olur ki, xəllaq qadir mütləqin kəmalatini ədd edə yəni saya. Ədd edə bilə. Bir avuc xaç xar həqirün nə taqəti olur ki, xəllaq cəhanə turub yəni durub həmd edə bilə. Ol bir həzrəti izzətdir ki, hərimi kibriyayı hüviyyəti ism-u rəsmidən münəzzəh və mübərradır və hərəmi sahiyi əhədiyyəti haddu həsridən mücərrəd-u muərradır və vəhdaniyyət zatində bi mislidir və bi həmta. Ayə-i Qur'an gətirir, qırmızı yazıbdır. Leysə kəmislihi fil ərzi və la fis səmai
ol bir qadirdir ki, kəmal qudrəti ilə şəqq eyləmiş. Şəqq yəni bölmək, yarmaq. O şey ki, türkçə biz yarmaq deyirik, bir şeyi iki bölmək, ona şəqq deyirlər. Şəqqəl qəmər. Hətta gəlib də Türkiyə də giribdi, ərəb, farsiyə də giribdi. Məsələn, əti şəqqə elədi, yəni doğradı, ikiyə böldü, üçə böldü. Kəmal qudrəti ilə şəqq eyləmişdir sübh-i vücudi. Nəyi şəqq eləyibdi? Sübh-i vücudi eşq-i ədəmdən. Eşq-i ədəmdən, çox əcib bir təbir gətirir. Eşq-i ədəmdən kəmal-i sübh-i vücudi şəqq eyləmişdir. Bir zehnidədir da, bu vaqiyyətdə yoxdur. Bir ədəm, yoxluq fərz eləyin zehninizdə ki, yoxdur heç zat. Orada bir eşq var. Ola bilməz ki, ədəmdə eşq də ola bilməz. Amma deyibdi də, adam bir şey düzəldibdi. Yəni, beynində belə bir şey yazıbdı ki, ədəmlikdə bir eşq varmış. Yəni, Allah. Bunu ehtimalən Allah demək olar ki, ədəmlikdə bir Allah var imiş ki, ta cəhanun vəhdə, üzr istəyirəm. Ol bir qadirdir ki, kəmal qudrəti ilə şəqq eyləmişdir, səbb eyləmişdir sübh-i vücudi eşq-i ədəmdən ta cəhanda vəhdaniyyətinə dəlil ola və ol bir həkimidir ki, həkim burada yəni çox bilən, alim, o anlamda işlətir, filsuf anlamında işlətmiş. Ol və ol bir həkimidir ki, vufuri hikməti ilə fətqi eyləmişdir. Ya futuq de ehtimalən, bilmirəm. Futaq eyləmişdir rətqi, rətq və fətq olacaqdır. Bu da elə rətq və fətqidir. Fətq eyləmişdir rətqi cəm'i eyni qədimdə. Qədəmdə. Fətq eyləmişdi rətqi cəm'i eyni qədəmdə. İndi burada bu fətq ilə düzdür. Bir dəfə də bunu öncələrdə axtarmışdıq. Rətq və fətqi. Görək ki, bunun dana-dana nə deməkdir? Onları bizə desin görək. Rətq bir də fətq. Görək ki, bu iki dana nə deməkdir? Əcəb al, yenə getdi, türkcə deyim, yazsın bunu. Tamam, yazdıq ki, bunları türkcə, ərəb əlifbası ilə yaz. Baş üstə türkcəni ərəb, ürük, Osmanlı, ərəbi ürük hətməndə. Mən də üstə yazmışam ürük, ona görə Osmanlı əlifbası ilə yazıram. Rətq mənisi bağlamaq, birlədirmək, yapıq, yapışıqlıq yəni və bir təşkik, bitişik, üzr istəyirəm, və bitişik halə gətirmək. Pəs bağlamaq, birlədirmək, birləşdirmək, yapıq və bitişik halə gətirmək. Yapıq və bitişik. Məsələn, yünü qoyurlar bir-birinin üstünə, adca su vururlar, ayaqlırlar, onu neynirlər, o olur nəməd, bir-birinə yapışır, qop buradayı. Buna bitişik deyirik. Yünü yorğan döşək eləyirik, salırıq altımıza, bir müddətdən sonra bunun içində o yünlər bitişir. Yəni, bir-birinə yapışır, yapıq olurlar, bir-birindən ayrılmır. Onun görə təzaşdan zorla didəsən, dar yəsən filan, bəhmun yenə də yün halına görə çox zordur. Ziddi fətəqdir. Rətq etmək, yırtığı bağlamaq, rətq. Rətq etmək, yırtığı bağlamaq. Burada özü misal vurubdur. Subu rətq etmək, geyimi dikmək. Sob ərəbcə sözdür, paltar. Rətq etmək, tikmək. Quranda vardır ki, belə bir şey vardır. Onu gedək, fətq. Fətqin mənisi yaramaq, açmaq, ayırmaq. Yaramaq xeyirli olmaq, ya açmaq, ayırmaq da şeydir.
Əslində açmaq, ayırmaq, bunlar ikisi bir-birinə çox yaxındır. Yaramaq biraz fərqli gəlir bu iki dənədən, amma yenə diqqət eləsəz, açmaq və ayırmağa yaramaq, burada biraz yaxınlaşmaq var əslində. Onlarda ayırmaq var, burada yapışmaq var. Ziddi rədd gedişi üstü oxuduq nədir? Fətq etmək, yarmaq, açmaq, bir şeyi fətq etdi, açdı. Tamam, indi burada onu görək nə deyirdi. Dedi ki, ol bir həkimidir ki, vüfuri hikməti ilə fətq eyləmişdir, rədqi cəm'i eyni ədəmdən. Fətq dedik ki, ayırmaq, rədq də bir-birinə yapışmaq. İndi cəm'i eyni qədəmdə, qədəmdə, yəni o əzəldə cəm eyni, hər şey ki vardı hamısı bir idi, cəm idi, onu neynədi? Tikə-tikə böldü. Hətta hər şey məqam-ı cəmiyyətdəykən yenə təfzil bula. Hər şey bundan bir şey o birlikdə var idi, rədq idi, o parçalansın, təfzil yəni parçalanmaq, bir-birindən ayrılmaq. Təfzil əslində fəzl sözündəndir. Fəzl yəni izafə. Yəni hər bir şeyin biz o bir şeydən nə ilə fərqini bilirik? Bir şey izafə olmağıyla. Kompüterlə məsələn telefonun fərqi nədir? O bir şey izafə, əskik olduğu bizə göstərir. O ona fəzl deyirlər. Mirat aləmə cəla vermişdir. Allah özü dedi ki, hər şey Allahın təcəllisi hesablasaq, çox gözəl bir anlayış İslamda var, amma mütəəssifanə bu indi batıya getsəydi, batıdan bizə gəlsəydi, batılılar bunu desəydi, biz bundan ötürü özümüzü cırırdıq, dağıdırdıq ki, ey olan biz hər şey Allahın, ya hər şey bu dünyada bir mənbədən gəlir, hamısı yaxçıdır, bacı, qardaş yox, insan yox, onlar da, hətta heyvanlar da bizdəndir filan. Bəhman, indi bunu İslamda deyəndə adamlar okey, qəbul eləmirlər. Mirat-ı aləmə, aləm, hər şey nə vardı yerlərdə, göylərdə, bunların hamısı deyir ki, aynadılar. Mirat-ı aləmə cəla vermişdir. Amma bunun üstü tutulubdur bu aynanın. Allah onun üstünü açıbdır, cəla veribdir. Onun pasını götürübdür, o görsənsin və görsətsin əlbəttə. Allahı da görsədir eyni halda. Mirat-ı aləmə cəla vermişdir və cəla vermişdir ruhi Adəmlə, Adəmin ruhu ilə ona cəla vermişdir. Ta onda eyni müşahidu əyan ola. Ta onda eyni yəni görüntülər ola ki, görünmək. Eyni əslində bu gözə deyirlər, amma fəlsəfədə eyni yəni o şey ki vardı, o varlıqlar müşahidə və əyan ola, həm görünə, həm də ki aşkar ola və hər mövcudə nəfs etmişdir bir sifətdən dəm ilə. Allah deyir ki, və nəfəxtu fihi min ruhi, öz dəmimdən, öz ruhumdan ona mən püflədim. İndi burada onu gətirdi ki, və hər mövcudə nəfəs etmişdir, ya nəfs etmişdir bir sifətdən dəm ilə, öz dəmi ilə onlara bir şey vermişdir. Aşağı yuxarılıq o dedik da fəzl sözündən. Bir sifətdən onlara, bu da sifət həman o təmiz eləyəndir, təfzil eləyəndir. Bir sifətdən onlara nə vermiş? Dəm ilə. Ta hər zərrədə zatına bir nişan ola. Onu niyə vermişdi hər zərriyə? Ta ki hər zərrə özü bir Allahı göstərmək üçün bir nişan ola. Əfalini hicab etmişdir. Hicab dedik örtü, nəinki şey. Hər şey ki, məsələn mən kompüterin o üzünü görə bilmirəm, kompüter özü hicabdır, o üzünü görə bilmirəm. Difarın o üzünü görə bilmirəm. Mənim paltar əynimdə olduğu üçün paltarın içindəki mənim canımda nə var, nə yoxdur, onu görə bilmirsiniz. Niyə? O hicabdır. Əfalini, Allahın öz əfali. Əfalini hicab etmişdir sifatinə və sifatini nüqab etmişdir zatinə. Kəndi ixfa etmişdir qayəti zahiri ikən. Özün gizləmişdi o halda ki, ən zahiri o Allahdır.
Çünki elə deyir ki, nə təcəllidir hər şey. Çox gözəl. Əfalini hicab etmişdir sifatına və sifatini nüqab etmişdir zatına. Kəndüyü ixfa etmişdir gayeti zahiri kən. Heç kimsə ani görməz, hər kişi ana naziri kən. Əcəb qüdrət və qərib hikmətdir ki, bir vəc olmuşdur ki, nüqab olmaz ana illa nur. Nurdan qeyrisi ona nüqab ola bilməz. Deyir, əcəb budur. Yəni, nüqab məmulən bir şeydir ki, örtər, görünməsin. Deyir, bu fəqət nurdan nüqab olar. Və bir zatıdır ki, hicab olmaz illa ana illa zuhur. Və bir qeybətdir ki, səbəb olmaz ana illa huzur. Hər bəsərdən ondan qeyrinə baxmaz. Hər bəsər, hər göz, ondan qeyrinə baxmaz. Yəni, hər yerə biz gözümüzü çeviririk, baxırıq, Allahdan qeyri heç zət görmürük. Hər şey Allahdır. Hər bəsər ondan qeyrinə baxmaz və yenə mümkün dəcüldür bir basirə, basir yəni görən və yenə mümkün dəcüldür bir basirə ani görməz. Hər şeylə bilə dərinə münezzəhdir. Hər şeylə bilə dərinə münezzəhdir. Müəyyəndən. Məiyyətdən üzr istəyirəm. Məiyyət birlik. Deyir ki, hər şeylə bilə dərinə münezzəhdir. Məiyyətdən. Bununla belə ki, hər şeylə bilədir, amma dərinə gedəndə münezzəhdir birlikdən, adamla birlik ola, daşla birlik ola filan deyir, bundan da münezzəhdir. Eyni halda ki, ondan bir deyilə. Və hər nərəyə nəzər etsən, andədir. Yenə müqəddəsdür cəhətdən, vücudi kəndüdən qeyri nəsnə bulunmaz. Yenə böyləykən zatine kesrət gəlməz, hər anda bir yüzdən nişani vardır. Və hər nişanidə bir dürlü nişani vardır. Hər məzhərdə bir surətdən təcəllisi vardır və hər cöcüldə bir yoldan təsəllisi vardır. Hər cöcül ya gönül həman. Hər gönüldə bir yoldan hərəni bir cürə təsəllisi vardır. Bir məhbubudur ki, bin dürlü libas ilə görürüz ehtimalen. Burada bir dana da görürüz olacaq ehtimalen. Bu şey olubdur. Bir məhbubudur ki, bin dürlü libas ilə görürüz, amma yenə zatində hər libasdan müərra bulunur. Şunlar ki, müşəbbihdir, ani bir surətlə göstərlər. Məbud mütləqlər bir türlə müqəyyət qılırlar. Məbud mütləqlərini bir türlə müqəyyət qılırlar və necələr olur ki, kəndülərini ərbab-ı tənziyə sanırlar. Tənziyə paç qoymaq deyir, özlərin bu Allahı tənzih eləməkdən, paç eləməkdə ustad bilirlər. Ərbab-ı tənziyə ustad demək olar. Sanırlar, sanırlar da, həman bilirlər, sanırlar. Haqqın hər surətdə təcəllisindən qafil olurlar. Burada gəldi o şey ki biz deyirdik. Haqqın hər surətdə təcəllisindən qafil olurlar. Bəli, cəm'i surəti təəyyünatdən münezzəhdir zatində.
Bəli, bəla, bəla ya bəli ərəbcə sözdən zahirən gəlmiş olacaqdır. Cəmi surəti təəyyünatdən münezzəhdir zatində və yenə eylə ikən təcəlliyatı vardır ədəm mir'atində vücudin zuhurda. Burada əlbəttə bir kəndi yazmışdı. O kəndi hara gedəcəyidir. O bunu yazıbdı ki, ora qoyaq, amma mən təəssüflə bilmədim. Və yenə kəndi ilə eylə ikən təcəlliyatı vardır ədəm mir'atində vücudun zuhurida mir'atibi çox olar. Buradan söz değişir da. Ədəm məratibində vücudun zuhuridə məratibi çoğunu yazır. Çox, biz indi çox deyirik ya çox deyirik. Bu çox zuhurda məratibi çox olar. Hər kişi anlıyor bildiği mərtəbədən xəbər verir. Gərək sən qəbul elə, gərək inkar. Leysə fiddari qeyruhu dəyyar. Amma sakın bu əsl sözlərdən kərəm olub məst olma. Amma sakın yəni qət'ən. Amma sakın bu əsl sözlərdən kərəm olub ehtimalən nə demək olar? Məst olub, kərəm olub, məst olma. Çün cəmi birlik imiş deyib, təklif əmrində süst olma. Təklif dəxi vücudun cümleyi məratibi tənəzzülatındəndir. Və cənnət və cəhənnəm dəxi haqqın məzahiri təcəlliyatındəndir. Həzrət-i vücud cümle-i cəhana bir vəc ilə təcəlli və zuhur etmişdir ki, ismi zahirün surəti dünya və ismi batının ahirət olmuşdur. İsmi zahirin surəti dünya və ismi batının ahirət olmuşdur. Bir vücud içi cəhanı şöylə qılmışdır ki, iki aləmi bir-birinə bağlamışdır. Hər nə surəti ki dünyada zahir olur, əlbəttə onun misali ahirətdə görünür. Gayəti ənbiya vəhy və ilham ilə bilirlər. Və ərbab riyazət kəşf ilə müşahidə qılırlar ki, gəngi əməlün, filan əməlün. Gəngi əməlün misali anda iyi olur. İyi, yəni gözəl, yaxşı. Və gəngi fiilün surəti elə əməl, fiil, iş, biz türkcə iş, yapmaq, görmək, bunlar türkcədə işlənir. Və gəngi fiilin surəti anda küçük görünür. Küçük görünür, həman kiçik. Küçük görünür. Pəs âmme-i nasır mərhəmət və umumi xəlqə şəfəqət üçün haqqı təbarəkə və təala ol taifəyə əmr elədi ki, bilədgələrini xəlqə bildirələr. Bildiklərini, kəlməni iki yerə böldüğü üçün oxuya bilmirdim. Birisi yarısı sətrin axirində, yarısı sətrin əvvəlindədir. Bildiklərini xəlqə bildirələr və cəmi aləmi ə'mali həsənəyə irşad qılələr. Onlar dəxi mümkün olduqca çalışdılar. Onlardan əllərindən gəldikcə duruşdular. Duruşmaq, müqavimət. Münkürlər ovcindən səbəb, ovc səbəb. Münkürlər ovcundan nə kərbə və bəlalələr çəkdilər,
Nə kərəbü bəlalələr, kərbi bəla da bu cür bir şeydir da. Nə kərəbü bəlalər çəkdilər və məanidlər əlində nə məşəqqət o inalar çəkdilər, nə zəhmətlər çəkdilər ki, xəlqi döndərələr bir cəmaəti güclə cənnətə göndərələr. Burada güclə insanları deyir ki, cənnətə göndərmək lazımdır. İndi burada da bəzi mollalar özündən Xameneyi bunu da deyir ki, insanları biz sözə baxalar, baxmırlar, zorla behiştə göndərməyə məcburuq. O halda ki, lakum dinukum və liyə din, belə bir şeydir, əgər yadıma gəlsə. Əgər bunu bir ayəni tapa bilsəm, baxım onu. Lakum dinukum və liyə din ayəti Qur'anda neçə kərə yazılmışdır. Buyurun, Qur'anda nəhvi, əsli ərəbcə bu ayət bu şəkildə yazılmışdır. Lakum dinukum və liyə din. Sure-i Əl-Kafirun ayə 6. Qur'ani nəsr Osmanlı ərəbcə xətti. Lakum dinukum və liyə din. Okunuşu Osmanlı türkçəyə yaxın. Mənisi sizin dininizə, sizin dininiz sizə, mənim dinim də bənədir. Əgər istərsən, amma burada mən istəmişdim, bu ayətə yaxın, amma bu anlamda olan ayətləri Qur'andan yaza bilər misin? Burada bir şey Qur'andan yaza bilər misin? Olan ayətləri Qur'anda. Tamam. Görün ki, bu ayə Qur'anda neçə dəfə tikir olub. Yəni, belə bir ayələr Qur'anda çox tikir olubdur. Ona görə istəyirəm deyəm. La ikrahə fiddin bir dəfə gəlibdir, yazıbdır. Fəmən şaə fəlyu'min və mən şaə fəlyəkfur. Qur'anda indi bu ayələr çox gözəldir. Yəni, lakum dinukum və liyə din anlamına yaxın olanlar. La ikrahə fiddin Sure-i Bəqərə ayə 256-da gəlibdir. Fəmən ikinci ayə Fəmən şaə fəlyu'min. Hər kəs istəsə iman gətirər. Və mən şaə fəlyəkfur. Hər kəsə istər kafir olar. Ayə 29-cu ayə Sure-i Kəhf. Üçüncüsü fəəntə təkruhun nasə hətta yəkunu müminin. Deyir ki, əfəəntə aya sən, əcəba sən narahat olursan insanlar ta ki mömin olsunlar. Yəni deyir, niyə narahat olursan ki insanlar mömin olsunlar ya olmasınlar? Sənə o şey yoxdur. Əfə əntə əcəba sən təkruhun nasə millətə kirahət edirsən, narahat olursan ki hətta yəkunu müminin, ta ki mömin olsunlar. Sən narahat olursan ki onlar mömin olsun. Sən mərdumi iman etməyə zorlayarsanmı? Burada beləsi bir məni yazıbdır. Dördüncü ayə o haqda lənə ə'maluna və ləkum ə'malukum. Bizim üçün öz əməllərimiz, sizin üçün də öz əməlləriniz. Qur'anda hər kəsin öz əməlində öz qəbrinə qoyacaqlar, özü cəzasını verəcəkdir. Beşinci ayə innəmə əntə munzir. Ey Peyğəmbər, sən fəqət münzürsən, qorxuducusan, nəzir eləyənsən, sən şey deyilsən, zorlayan deyilsən. Sən ancaq xəbər verənsən. Türkçə yazıbdır mənasın, zorlayan deyil. Qıssaca və xülasə bu ayətlərin hamısında imanın zorla olmasını rədd edər. Hər kəsin suəliyyətini kəndi, məsuliyyəti olacaq, kəndinə buraxar. Hər kəsin məsuliyyətini kəndinə buraxar və sənin dinin sənə, mənim dinim bənə mənisini təqviyə edər. Təqviyyəni gücləndirər. İstərsən, tamam. Bu da haradaydı, orada dedi, mən indi oranı qatırdım. Nə zəhmətlər çəkdilər ki, xəlqi döndərələr bir cəmaəti
güclə cənnətə göndərələr. Onlar bir qovmidir ki, onların vücudi aləmə nemətdir və onlar bir taifədir ki, sultan nişan و gəda surətdir. Sultan nişan و gəda surətdir. Sultan nişan yəni nişanları, şeyləri sultanlıq kimidir, amma görüntüləri dilənçi kimidir. Can iqliminin şahləridir və gönül vilayətinin padişahləridir. Südde-i cəbərutun sədətələridir. Südde-i cəbərutun sədətələri. İcazə buyurun görək ki, bu nə mənadadır? Mən bu südde-i cəbərutun əgər iştibah eləməsəm belə idi. Südde-i cəbərutun sədətələri. Sədətələri. Cəbərutun sədətələri nə deməkdir? Görək bunu eləyə bilir, cavab versin ya yox. Yazıb ki, sualın yazışı mübhəmdir. Mən bunu nə cür eləyim ki, bunlar gəlsin bir-birinə yaxın, amma uzaq da durmasın, amma cəlib oldu, beləsi cəlib oldu. Nə cür oldu? Səddi cəbərutun. Bu ibarət irfani və təsəvvüfidir və bir az terminoloji istəyir. Ərəb uruk iştibah mən yazmışam, bu da Osmanlı xətti ilə açıqlayıram. Süddi cəbərut, süddətül cəbərut. Eşik, dərgah, astana, huzur qapısı mənisinə gəlir. Süddi cəbərut. Qəsrin sultani məqamların önü. Qəsrin önü ya sultani məqamların önü. Cəbərut lahut, mələkut, cəbərut tərtibində. Qudrət, qəhhariyyət, ilahi əzəmət. Süddi cəbərut ilahi qudrət aləminin astanəsi. Haqqin əzəmət və qəhri sifatlərinə vasıl olunan hədd. Süddətələri bu kəlmə türkcə cəmi əlavəsi ilə kullanılır. Cəmin əlavəsi ilə kullanılır. Süddə astana, süddətələri astanələri, dərgahları. Tamam, qeydək o kitabımıza. Süddi cəbərutun südətələridir və xəzaini mələkutun xəzənələridir. Xəzanələri, xəzənələr, xəzanənin cəmi. Hidayət mərginin farisləridir. Mərkəbinin. Hidayət mərkəbinin farisləridir. Fars deyil. Faris at sürən, sürücü. Hidayət mərkəb də, yəni o vəsilə ki, ona minilə bilər. At, maşın, hər nə mənəcək, ona mərkəb deyirlər. Hidayət mərkəbinin farisləridir və inayət meydanının mümarisləridir. Mümaris təmrin edici. Sine-i səririnin sərvərləridir və ruh əskərinin möhtərləridir. Möhtər böyük ağa, rəis, xan, ərbab bücüsü. Xüsusən içlərində şul behtərin behtəran aləm və xülasəyi təvaif bəni Adəm صدر ایوان نبوت و مهری آسمان فتوت شاهی ممالکی عرصه ملکوت و ماهی درجات عالم جبروت مظهری ایوانی اقدس و منیعی بهاری فیضی مقدس سرچشمی زلالی اسمت و سردفتر دیوان دولت قطبی فلکی رسالت
و محوری منطقی جلالت ایمادی بنیاد اقالیمی بالا و بستی پستی همون بالا و پستی و بستی ایماد ستون ایمادی بنیادی اقالیمی بالا و بستی و عمده اقانیمی اقانیم diyar hasti اقانیم nə deməkdir? Cəmdir, amma bilmirəm nə deməkdir. Əqanim. Ərəbcə Osmanlıda kullanılır və əslən Yunandan gəlmişdir. Əsli deyir ki, şeydir, əqnum sözündəndir, əqanim cəmidir. Zatin ya həqiqətin qaim bi nəfs vəçiləri. Allah Allah, zatın ya həqiqətin qaimi bi nəfsə vəçiləri, bi nəfsə, yəni bir zatın içindəki təmayüzlü, amma cüda olmayan heysiyyətləri. Təmayüzlü, bir zatın içində təmayüzlü, amma cüda olmayan heysiyyətləri. Məsələn, biz bizzatuq adam olaraq bizim içimizdəki deyək nələr var? Qan var, ət var, kəmik var, damar var, tük var və var ki var. Bunlar fərqlidir. Bir də ruh var. Özəlliklə ruh və bu maddi canınan bunlar ikisi bir yerdədirlər, amma təmayüzlüdürlər. Amma bir-birlərində ayrı deyirlər. Bu anlamı mən aldım. Məsihiyyət dünyasında əqani məsələsə Əl-Əbu İbn Ruhul Qudus kimi deyiblər bu üç tanıya. Bir zat, üç əqnum, şəxs və təəyyün. Bu istemal İslami fəlsəfədə umumən nəql-u nəqd siyaqındadır. Məsihi əqidəsini tozih etmək üçün kullanılır. Tamam. İmad-ı bunyad əqalim بالا و بستی و عمده اقانیم دیار هستی اصلی اصولی آفرینش و واسطه عالم دانش و بینش مرکزی دایری دولت و دو جهانی و دایری مرکز سعادت کامرانی پیشوای اصحاب توحید و مقتدای ارباب تجرید متممی بیتی معموری شریعت و معلمی رقی منشوری طریقت سلطان سریری قربت و وصولی و مخصوصی لسی نقصی سعادت. Ləs nə deməkdir? Bu ləs sözün birinci dəfədə ömrümdə əqanimi eşitmişdim, amma ləs sözü birinci dəfədir. Bilmirəm nə deməkdir. Bu kəlmə ərəbcədir, rişəsi ləssə, lüğəvi mənisi oğru, hərami, yol kəsən. Zalibdir. Dedi ki, پیشوای اصحاب توحید و مقتدای ارباب تجرید متمم بیت معمور شریعت و معلم رقی منشور طریقت سلطان سریر قربت و وصول و مخصوص لسی نسی سعادت. Burada bir dənə rəqq oxuduq. Bu rəqq nə deməkdir? Şəqqu rəqq sözü farsıda gəlibdir, amma bu o mənada deyil. Ərəbcədə rəqqət sözündən gəlir, ubudiyyət, qulluq, bəndəci, azad olmamaq haləti. Bu o boyuna da ki ifsalullah kravat da bir növ rəqqdir. Pəs burada olacaqdır və müəllimi rəqqi mənşur təriqət sultan sərir qurbət و وصولی و مخصوصی لسی نقصی سعادت و ما محمد الا رسول و Məhəmməd deyil, hissat deyil, illa bu ki Məhəmməd rəsuldur, göndərilmişdir, vəssalam, bir ayrı məsuliyyəti yoxdur. Və ma Muhammedin, Məhəmməd hissat deyil, illa rəsulun, fəqət rəsuldur, adamdır, bir adamdır, elçidir. Yəni bunun türkçəsi elçi. Rəsul türkçədə elçi, xəbərçi.
و ما محمد الا رسول مخاطب خطاب عالی شأن فذکر و مجاهد جهاد فرمان قم فانذر bürdübar. Bunlar ki ərəbcədir, onlar Qurandan gətirir, dana sözdür. Bir də oxuyuram burayı. Deyir və ma Muhammedin illa rasul muxatabi xitab ali şan fəzəkkir və mücahidi cəhad fərman qum fəənzir. Bu cəhad dediği budur ha. Qum dur ayağa fəənzir millətə qorxud decinən bürdübar dözücül bürdübar özdə elə budur ya bürdübar. İnna senulqa aleykə hükm burdar hükm burdar bəlliq ma unzilə ileykə. Görürsünüz heç birisində yoxdur Məhəmmədə deyək ki məsələn ki zor elə deyir ki fəqum fəənzir inna senulqa aleykə biz sənə yetirruq hükm burdar bu hökmü götürən adam bəlliq ma unzilə ileykə sənə hər nə dedik onu decinən ayrı bir şey deməcinən mütəsəvviri nüsrət İnna kəffeynâkel mustahziin ehtimalen əcir ücret. Allah da o deyir ki biz sənə kəffeynâke biz sənə kifayət elərik. El mustahziin ehtimalen ya el mustahzinin başda burası nə cür yazıbdır. Əcir ücret. Əcir ücret yəni əcir o adam ki biz əcir eləyirik. Deyir ki mənə işlə bu gün mənə işlə, sabah bir həftə mənə işlə. Bunu əcir edirik, tuturuq. Ücrət o puldur ki, ona veririk, o əcir əvəzinə. Onun üçün burada deyir ki, Peyğəmbər əcir ücrətdir özü. Yəni, Allah tərəfindən əcrin Allahdan alacaqdır. Ücrətin Allahdan alacaqdır. Qul ma əsəlukum əleyhi min əcrin və ma ənə minəl mütəkəllifin. Deyir ki, sən Peyğəmbər insanlara denən ki, ma əsəlukum əleyhi min əcr mən sizdən bir müzd istəmirəm o işim üçün və ma ənə minəl mütəkəllifin mən sizə təkəllüf eləyənlərdən sizin yükünüzü ağırladanlardan deyiləm. Mükəlləf təklif yəni yük. Şəhsəvar meydani hidayət və şəhriyar eyvan inayət məhrəm əsrar nəhan subhani və mühiti Həsən heynəndi. Heç bilmirəm bu Həsən heynə mühit yox üzr istəyirəm. Hidayət heynəndi. Mühit nə demək mənasındadır? Mühit. Bunu taza ərəbcə sözdür əlbəttə qətən. Havətə yəhvitu mühit lüğəvi hər tərəfdən dolanan, ihatə edən, çevrələyən, hər tərəfdən ki bir şeyi mühasirə eləyə, dövrəsini tuta, ona deyirlər mühit. Əlbəttə bu Həsən heynə yazdı. Yox, Həsən heynə istəmirdik. Heynə istəyirik. İki gözlü heynə istəyirik, amma iki gözlü heynə yazmayıbdı burada. Baxıram. Mən bunu deyim ki hara getdi bu mühit sözü? Mən iki gözlü yazmışam, amma nədənsə bu ona şey eləməyibdir. H ilə yazılmış. Tamam, mühit H ilə yazılmış. Sən bunu bu cüsü mənə deyirsən ki, bu H ilə nə olar? Mühit deyarsan hərfi H ilə yazılmış buyur mənisi və istimalı. Mühit şəriətinin də bir kitabı var. Hubut. Oradan gəlir. İndi baş tapdım. Rişeyi H və T və ya. Ya H, Y və T. Bəzi mənabirdə fərqləndir. Ərəb Osmanlı əlifbatı ilə mühit. Mənisi fe'l. Durub, küblən, şəllağı, naçiz nə mənə? Yəni, çök, aşıqda ya xərab. Yox, hubut, suqut əşyasına, düşmək əşyasına. Onu mən özüm orada şey elədim, öyrəndim. Deyir ki, və şəhriyar eyvani məhrəmi əsrar nəhani subhani və muhiti
tökülmüş. Hubud göydən yerə düşmüş. Batlığa hətta düşmüş. O cürsü bir şey. Və mühit fiyuzi təcəlliyat rəhmani doğrudan budur. Fəzəliyyət rəhmani tökülüb ora. Və mühiti fiyuzi, fiyuz cəmi feyzilərdir. Feyz özü nə deməkdir? İndi bunu da bir mənisini dəqiq öyrəşək. Feyz. Feyz nə deməkdir? Bir növ faydadır. Amma fikrim rəvani faydadır. Bərəkət, xeyir, reyhan, nuri ilahi və bərəkət. Allahdan feyz almaq, yəni Allahdan bərəkət və fayda almaq. Faydadır, bərəkətdir. Tamam, həman. Rəhmani kökəb səmai yəqin və çuhi فلک تمکین مقیم خلوتخانی غار معدن حلم و صبر و vigar فسیح lisan فسیح canan. Bu fəsihləri işlədib də hamı hərəsi bir sininəndir. Fəsih əvvəl, fəsih lisan yəni dili yaxşı danışandır. Dili tutmur, kəlmələri bilir, sözləri bilir, düz yerində işlədir filan, biri budur və dalbadala sözün gətirə bilir, yaxşı işlədə bilir. Və Fəsihul cinan, bu birisi fəsih nə deməkdədir? O da dəndəli sığınandır. Fəsih əl-cinan nə deməkdir? Fəsih pəhnavər, cüşadə, vəsi, cənnatə. O cənnət ilə işimiz yoxdur, onu bilirdik. Fəsihül lisan, fəsihül cinan, seyyidi bəsəndidə, büsəndidə, üzr istəyirəm. Seyyidi büsəndidə, pəsəndidə deyil, büsəndidədir, gedib olubdur püsəndidə, pəsəndidə. Seyyidi büsəndidə və nuri hər du didə, puşəndeyi çeşvəti məhəbbət və tuşəndeyi şərbəti məvəddət, nuşəndə olacaqdır. Puşəndeyi kəsvət olacaq o da, 3 nöqtəli sığla. Puşəndeyi kəsvəti məhəbbət, məhəbbət paltarını giyən və nuşəndeyi şərbəti məvəddət, dostluq, yoldaşlıq, eşq şərbətini içən, gülü bağı səfa, bülbülü bustani vəfa, rəsuli mühəzzəbi sirət, mühəzzəb sirət və nəbiyyi mütəyyəb seyrurət olacaqdır, seyrurət. Peyğəmbəri mütəhhərzat din raveri müqəddəs səfat nə mənədir bu? Dini raver dinpərvər olacaqdır. Dinpərvər olacaqdır bu hətmən. Dinpərvəri müqəddəs sıfat, hadi təriq sabiqin və lahiqin. Sabiqin geçmişlər, lahiqin gələnlər. Və muvazzih ya muzihi sübilil əvvəlin və əxirin. Muzih, vazih eləyən, açıqlayan. Və muzihi sübilil əvvəl, sübil yol, yollar. Sübilil əvvəlin və əxirin müstəxdimi əazimil muluki və səlatin və müstətbi'i əmacid ümərai vəl xavaqin. Müstətbi calibdir, tabi istəyən hamısı buna bağlanmalıdır. Müstətbi'in, hara getdik? Müstətbi'i əmacid, macidlər, macidlər böyüklər. Quranda da bu ayədə macidun deyə kəlmə işlədibdir. Yəni, dürdanələr, təklər, çox bahalı bir şeylər. Əmacid ümərai vəl xaqayin, rafi'ül və ülviyyəti kələmatullah. Ülviyyə həman ulud sözüdür. Rafi'i əlviyyəti kələmatullah, əlviyyə yazıbdır. Əlviyyəti kələmatullahil ülya və vazi'i ənbiyyəti şəriətil qərra sahibil bəyanil qati və təbəyanil sati. Sati
parıldayan, nur veren, ışık veren ve din tahiri ve nuril bahiri seyyidül enbiyai ve senedül esfiyai, esfiya seçilmişler. A'ni, mənim muradım kimdir? Bir belə 2 səhifə yazdı bu şeyləri, 2 səhifə deyibdi Həzrət Məhəmmədə görə. A'ni seyyidina və Mevlana Muhammedin Mustafa sallallahu aleyhi və ala alihi teyyibin və ashabihi tahirin və tabi'in ləhum əcməin ilə yevmul həşr və din. Həşr, din qiyamətdə adıdır. Həşrdə yerdən çıxmağımıza işarə edir. Deyir, o günəcən səlam-ı sələvat, o günəcən Həzrət Məhəmmədin özünə, al və əshabına və hətta tabiininə olsun. Əlbəttə bir dənə kəlməyi və əshabi tahirin, hər əshabı da deməkdir və əshablar ki, tahir, təmiz qalıblar. Dini öz mənfəətlərinə çevirməyiblər. Və tabiin də bunlardandır, ləhum əcməin. O tahir sözü tabiinlərə də gəlir, bizlərə də gəlir, yəni ki, onlar ki, tahir qala biliblər. Öz mənfəətləri üçün dini ayaqları altına satıb satmayıblar ki, yaxçı geçsinələr. Sən ol sultan alişansən ki, küre-i aləm çovqan cəlalun xəmində. Çovqanın başı elə bir bizarra əyridir. Bir top vurur da, onu indi burada gəlib də olub nə mənə deyirlər, bu şey buz üstündə oynayırlar, belə vururlar, haki. Hakidə çovqan, çovqan qarın üstündə top oynamağa deyirlər, amma o vəsilə ki ondan vururlar, o da çovqanın bir değişmiş halıdır. Sən ol sultan-ı alişan sən ki, küre-i aləm çovqan cəlalun xəmində bir sərgeştəyi çutəh dönmüş. Çuya dönmüş ehtimalən. Sərgeştə çuya dönmüş. Çuy kənd, köy. Bir sərgeştəyi çuya dönmüş və sən ol fəqir padişah nişansən ki, nöh fələki gəlilün vilayəti yanında bir ədna köyə dönmüşdür. Mühəddəbi fələk-i əzəm müqəəri, mühəddəb şişmiş, müqəər ərimiş deyək, beləsi desək yaxşı olar. Mühəddəbi fələk-i əzəm müqəəri astani xəlvət cahündür, bir nişanədir. Üzr istəyirəm. Mühəddəbi fələk-i əzəm müqəəri astani xəlvət cahindən bir nişanədir və 7 iqlimin mülkini imarət sərayidir. Hə, indi burada gəldik, düşdük çökkiyə. İmarət sərayi durundürt ki, nisbəti yerü yaranədir. İmarət sərayi, burada əcəba bu nə mənə oxunacaqdır? Dürüt ki, İlmət sərayi dürт ya dəruni ki, ehtimalən dərun olacaqdır. İlmət sərayi dəruni ki, nisbət yer və viranədir. 3. Çərxi mübəccəl idrak ziyarət xəsisi zəvaidi fəqrünə hər روز و شب قایلdir və dəruni fələk, dərun olacaqdır, üstəki delə. Və dəruni fələki müməssili təali səməndi yaraq seyrün ki, seyrünə hər leyl و nəhar hamildir. Hələ feilin Həzrət Muhammədin haqqında Asmani dili ərş aşiyanın hər qütründə 1000 dərəcat şəms و mənazil qəmər var
və dairəyi bəsat-ı kərəm və ehsanının hər cuşəsində. İndi burada görün ki, o qıraqda yazılanlar mətnin içində yaddan çıxıb qalanlardır. Gətirib eşikdə yazıbdır. Mən də eşikdə oxuram. Və ehsanının hər cuşəsində bin kəvakibi nüsrət və nücumi zəfərvar sineyi bi köynəkləri köynək gürsəsi içində. Calibdir. Oxuya bilmədim bunu. Zəfər var sineyi bikinin sineyi bikinin kürsüsü içində sineyi bikinin kürsüsü içində mərkuzi olan mərkuz ya Merkür ehtimal ona Merkür ola yani o şeydi. Merkür olan sevâkibi sevâbiti nübüvvetün hər biri bir mehrican ara olup durur. Və fəvaidi bi inadün qəzası ərasində tertib olunan felek seyyari fütüvvetün aflaki. Burada indi ehtimalen bu seyyari aflaki fütüvvetin her birisi arş-ı mualladan a'la olup durur. Nisf-i nehari devletin ta ebed semti re'si saadet ve tevfikden ayrılmaz ve ufuk-i hakiki izzetün aled devam merkez alem tahkik ve ma'rifetten ayrılmaz. Dairi irtifa, bunlar ciddi şeyden danışır da. Yani o İsturlab dəstgahın haqqında kitablar oxumuşduq. 2-3 dənə kitab mərifə eləmişdik. Usturlab ki, yerin alçaq ucalıqların ölçür, nə bilim, uzaqlığın, yaxınlığın ölçür, yerlə göylərin, kürələrin arasında olan fasilələri ölçür, nə bilim, günün zaviyəsini ölçür, belə bir şeylər, o dəstgah. İndi o dəstgahın üzüylə bu kürələrin haqqında başlayır, bunlar Həzrət Məhəmmədə sifət olaraq işlədir. Dairi irtifai cəlalün fələki əzəmdən geçib durur. Və nəsri tayiri risalətün dərəcati səmadən yuqarı uçub durur. Şər-i mütəhhərin mütəmmimi havi hər şəriət olub durur. Və təriqi münəvvərün rəhnimaya hər təriqət və millət olub durur. Fələkül buruc xidmət şərifün məntəqəsini həzar uqudi dərəcat vilayı ilə belinə bağlamışdır. Belinə, kəmər. Dərəcat vilayə belinə bağlamışdır. Müəddilin nəhar, hamısı dedim o usturlabın üstündə olanlardır. Mən də o usturlabı yaxşı oxumadığım üçün elə adlarım fəqət. Müəddilin nəhar ünsür lətifün məzac mü'tədil. Burada bir bəğişləmiş deyib yazıbdı. Harada qalıbdı? Bunu iştibah elədim yerdə. Bu bəğişləmişi eşikdə yazıbdı. Gələk bunu kəlmənin içində işlədiydik. Müəddilün nəhari ünsür lətifün məzaci mü'tədilün ehtimalım ki, əvvəlində olaydı. Məntəqəsini deyək ki, fələkil buruc xidmət şərifün məntəqəsini həzar uqudi dərəcati vilayə ilə belinə bağlamışdır. Həmanı bir də yazıb burada eşilə. Tamam, düzdür. Müəddilün nəhari ünsür lətifün məzac müəddil bulmaq üçün cahan bağının havasını təadil eləmişdir. Hər kimin ki zənbi mütabəətinə təşəbbüs qılır, əlbəttə rəsi dövlətə irişir. Və hər kim ki
دایره شرعی مدارا شرعینی دایره شرعینی مدارای نور ضروری مرادا ادنور مدارا ادنور ضروری zirve-i izzete yetişir. Sen ol zat âli mengebetsen ki meşrik ruhun metle'i buruc degâig yegin olup durur ve mağribi bedenün eyni hamiye-i hamiyet din olup durur. مدارات یومیه احکام شریعتون دایری خطی اعتدال و استوا olup durur ve aktabi muhaviri eflaki tarikatun mentiki nokteyi ta'dil ve ihda olup durur. Tamam, devam edir beləsi Həzrət Muhammedə usturlabın üzündən onları bilir də. Onları bildiği için onları istifadə edir, taza bir şeyler düzəldir. Taza bir anlayışı, diqqət buyurun, yəni bir dənə anlayışı, fizikal anlayışı, usturlab deyək, o bir fizikal anlayışdır. O fizikal anlayışı gətirir, bir ayrı mənada işlədir, məna yaradır. Anlayış yaradır. Bizim xoşumuza gələ, yox xoşumuza gəlməyər. Anlayış yaratmaq çox özü böyük bir işdir. Ki adam bir kəlməni ya yoxdur yarada bir düşüncə üçün, ya da bir ayrı yerdən, bir ayrı elmidən o kəlməni götürə, oradan, o mənadan götürüb bir ayrı mənada, bir ayrı elmdə işlərə, bir ayrı sahədə işlərə. Bu da özü bir çıxardı insanda. Gəldi axırda özü də dedi. Və vücuhi haracan gəldik? Və əqtabi məhavir əflaki təriqətün müntebiqi nokteyi ta'dil و ihda olup durur. Vücuhi səfəhat ruhun cami'i mügənterat afaq təhqiqat olup durur. Mügənterat özdə dedik ki, bir dənə dəstgahdır ki, şeyin üstündədir, üstürlabın üstündədir. Əgər yadımda düz qalmış olsa. Və üstürlabi, gəldi üstürlabıdır. Və üstürlabi dəruni purfutuhun muhit buruci dərəcatüdür. Dərəcatü dəqiqat olup durur. Batınındaki yedi quvve-i müdrikün təvettünü gönülü göğünde batınındaki yedi quvve-i müdrikün təvettünü gönül göğünde kevakibi səb'i seyyaredir. Nakş ve kalbi ve ruh ve sirrin bir daire maddi bala kutab الاربعه'dir. Gavs-ı nehar derecati روز سعادتون اختلاف مناظر نوازر حواس و انقلاب اوضاع احکام نفس بیقیاس den tamam اعراض و gayet meyli vardır. Bunların hamısı, bu kəlmələrin hamısı o usturlabın üstündə işlənir. O usturlabla o müqəntərənin üstündə işlənir. Bunlardan istifadə edib də gözəl bir məna gətirir. Əlbəttə onları bilənlər bunu anlayacaqlar, bu mənanı. Mən biraz o kitablarda oxuduğum üçün mənə biraz tanışlığı var, amma biraz, məsələn %1. Və irtifai mədar aftab cahantab dövlətün تا ساق عرشی مجید و سطحی فلکی mühit دکن oracan buluğ ve yenli vardır. Semti kalbün ahseni samut ya sumut. Semti kalbün ahseni sumut olup durur. Vasiyet-i şerifün berre ve bahre erip durur. Ber quruluq, bahr sular. Sürəti seyrün şul mərtəbədə yedi ki, bu mərtəbədə idi ki, gah olurdu bir gecədə 7 qat səmavatı keçib ərşə erişirdin. Bəlkə dəmlər olurdu ki, yerdimdə
yerdimden sümme nemene sümme dena fetevella fekane gabe gavseyn av adnaya yetişirdün. Sen ol xاتمی نبوت sen ki uqud عقاید باطله طوایف اممی انامل اصول قواعد عزیمت شریفون لا فتح ایلدون و کتبی تکالیف انبیاء ما تقدمی اشارات ارقام اقلام شریعت منفک لا نسخ ایلدون منیفون لا okey münfek değil. Menifünle. Menif yani tamam bunu yazaq. Menifünle. Görək ki bunu nə deyir? Menifünlə rişə və şəkil ərəbi Osmanlı əlifbatı ilə münifinlə ya münfiklə beləsi yazılır. Görə bilərim ki, in məni cəlibdir ki, in kəlimi fiil ya məsdəri tərkibi az nəfəxə deyil, ənfək filan, amma dəqiq filan mənası sayə görüşür. Ruhani, irfani, sayaq. Cüda şudən, təfkiş şudən, tənhayi yabi. Ədəbi amiyane siyaq. Ve hemrikveci pərakəndici. İki mənasını verdi burada. Dedi ki, bir irfani ədəbidə ayrılmaq birbirindən təkliq. Ədəbi amiyanəsində də əlbəttə burada deyir ki, dili, məsələn, qiblə-i münfək yazıbdır. Bu deyil. Biz münfək yazmadıq ki, biz yazdıq ki, manifi ilə. Mənif, bunu görün, mənif niyə beləsi yazdı? Deyək ki, bunu dəyişdirək, deyək mənif. Mənifin beləsi eləyim. Mənifin ilə. Mənifin ilə. Yox, mənif necə deyil? Mənif vala, vala məqam, vala mərtəbə, bulənd və bulənd mərtəbə. Vala məqaman, buzurgan, sahibani vala mərtəbə. Ədəbidə nə mənə deyir? Çiz ya məqam və mənziləti bala. Sufiyan, Osmanlıda mənifdir, yəni yuxarı səviyyədədir. Mənifin ruhi feyzi almaq istədi. Tamam, həman. و کتب تکالیف انبیای ما تقدمی اشارات ارقام اقلام شریعت منیفin lə nəsx eylədir. Nəsx yəni batil. Məsələn, bir qanun keçibdir. Deyək ki, məsələn, hər kəsin 10 milyon pulu var bankda, ondan maliyyət alacaqlar. Bir dənə belə qanun var. Deyək, fərz eləyək də. Bir ildən sonra 2 ildən qanun getir, 100 ildən sonra qanun getir ki, hər kəsin 1 milyon, deyək 10 milyon idi o, indi hər kəsin 100 milyon olsa maliyyət verəcəkdir, ondan aşağı maliyyət verməyəcək. Bu qanun qabaqdakı nəsx elədi. Heç qanun özü də demir ki, ha onu şey elə, onu silirəm. Amma bu qanun gəldi, onu silir. Məsələn, İslamda deyir ki, əvvəl məsələn icazə verir, adamlar əraq da içsələr, keçsinlər namaz qılsınlar. Sonra deyir ki, vəla təqrəbus səlat əntum sukara. Qabaqdakı vəziyyəti nəsx edir. Sonra deyir ki, məsələn, filan, hər birisi o birisini nəsx edir. Sən ol ali himmətsən ki, bəhri ücaci təriqi himməti alində bir ovciğubar olur. Yağuyar olur,ğubar olur. Və əbri sucaci rəşki baran ətanlə hər dəm əşqbar olur. Ə'dai bədsigal, bədruh, bədəxlaq, şeylər, bədruh, sigal, bədruh. Bədsigallərinin
nautlerinin beyati feta'sen lehum ve azalla a'malehum ve ulyai roşenbaklerin ballerin, roşen ballerin berati balatlerinin nişani. Tamam, beləsi devam edir. Gedir, mən istəyirəm görüm kitabı bir yerdə yetişər, şu konusu nədir? Görmədim. Xələqəl Adəmə ələ surətihi. Burada da cəlib bir söz deyibdir. Bunu da oxuyaq. Deyir ki, indi buranı oxuya bilsəm. Risalətün vilayət həstidə hüveyda olmuşdu. Və səncaq ya sinəcaq leşkeri risaletün vilayet hastide hüveyda olmuştu. Henüz sureti innallâhe halaka Adem'e ala sureti alvahi fitret zuhuride nakş olmamıştı ve henüz sureti inni caulun fil arz halife sami afvac melaike yetişmemişti. Sami kulak, sami afvac melaike, afvac faucular, guruhlar, dəstələr. Melaike yetişmemişti ki avaz-ı azamet ve celalun cehani tutmuştu. Devam edir. Ben dedim belki burada bir şey taza bir gedəcəkdir ki, daha kitabın konusuna geçəcək veya kitabın adını diyecek. Umarım ki bir yerde bunu görürüm. Yani biraz da sürətlə gedirəm ama. Tamam, burada geldi bir yere yetişti. Gör, buradan biraz okuyaq. Şu şey ne deyir? Bir şey alabilirik buradan ya yok. Bu 4 səhifəni oxuyaq. Və sən ol şərifi mənqibətsən ki, şərifi mənqibətsən ki, məqam Məhmud mərtəbəsində Kəvsər Lətifinlə ümmətini qunquluyub kəriminlə kəndü yedi kəriminlə qədəhi şərabi tuhur oluşdurəsən gərək. Sən bir dürre-i aliyesən ki, bir zerre-i qədri şoqi anarinlə asdafi sədəflər, asdafi bihar ulum و معارف lədunniyədən neçə bin kürbin kurur sözü olacaqdır. Kürbin dürri giranbəha layih olur və sən bir zühre-i alisən. Tamam, hələ devam edir bunlar. Gedin bu birisi səhifədən. Xaki dərəki mənzilgəhi əhli səfasın. Xaki dərün mənzilgəhi əhli səfa olur və bir qəblün qiymətinə və bir qilün qiymətinə 2 cahan nimbəha olur. Qil söz. Sənin şər'ün mərtəbəsi dili ərş olub durur və sənin tüfeylün həm ərşi həm fərş olub durur. Tüfeylin sənin izafən, sənə yapışan, səndən irtizaq eləyən bir şey. Məsələn, tüfeyl beləsi anlama gələr. Bəzi uşaqlar böyükdə görmüsün, qarnında bir qurd olur. O, bu adamdan yiyir də, yəni ona tüfeyl deyirlər. Ya məsələn, bitbirə adamın üstündə olsa ondan yiyir, buna deyirlər tüfeyli, yəni yapışıq. Məsələn, biraz mənisi pisdir, amma övlad neçəçisi dədənənənin tüfeylisidir. Yəni onlara yapışıqdır, onlardan yiyir. Yekəlindən sonra öz ayağında durur. Ona deyirlər tüfeyli. Tifli sözü də ondandır, yəni. Bunu sizə deyim. Və sənin tüfeylin həm ərşü, həm fərş olub durur. Hər mələki rikab risalətün olunca rahi pəri olur. Rahbəri olur, ehtimalən püri olur, pəri olur. Olunca hər mələk rikab risalətün olunca rahbüri olur. Meydani feleki ersi celalətündə nimçuy olur.
Sənin nurunun zuhuri əsl usul kainat olur durur və sənin ruhunun nəqşi ilə səhaif mümkünat tolub durur. Bu ارگی زیا بوارگی زیایی صفحات burada bir صفحات koyubdu. O sahayif o cüz demiş o صفحات. Nakşili صفحات mümkünat tolub durur. Haman sahayif de صفحاتın şeyidir. İkisi de cəmdir. Bavarig ziyai vücudundan zahir olub durur. Arş ve kürsi ve levh-u kalem ve şems و قمر şevarigi Behai kerem vücudundan bahir olup durur. 18 bin alem içinde her ne ki var, Adem bu növ içinde iyül eşbah olduysa, sen ebül ervahsen. İyül eşbah olursa, eşbahlar burada ruh anlamına, şəbəhlərin yaxtısı Adəm olsa deyir, sən bunun içində əbül ərvahsən, ol səbəb neməti təklif olduysa, sən vasitəyi nəcahsən, sənin tənün cövhəridir mərcanlər və vircanın canın və sənin neməti ayinidir her cücüller alacak revanın. Her ser ki xaç payüne, her ser ki xaçi payüne yüz sürür, server olur ve her pak rikab şerifin ögünce, gene burada ötmana olunca olacaqdı ya ökünce olunca mən belə hər pak rikab şərifin önüncə yürüyə sər olur. Önüncə, üstədə qabaqda da qələt oxumuşdum kəlməni. Önüncədir. Bu nun oxunacaqdır. 2 dənə nun düşür bir-birinin dibinə. Önüncə yürüyə sər olur. Pəs hər pak rikab şərifin önüncə yürüyə sər olur. Dili mübarəkin məzhəri ma kəzzəbə əl-fuaddur. Qur'andan götürdü. Ma kəzzəbəl fuad. Və dide-i lətifün didebani innə rabbikə ləbil mirsaddur. Qur'andan bu ayələrin üstə qırmızı yazmayıb. Bunları dahi qərə yazıbdı, elə üstündə qırmızı xət çəkibdi. Səs də qoymayıbdı, yəni i'rab da qoymayıbdı. Anmillə alinin bəsati sipehri içində kəmərcüşayi cirmi qəmər olur. Və hədəqi-i şərifin meydan mahu mehr ərasində əngüşnümayi mazağəl bəsər olur. Tamam, mən deyirdim ki, burada ciddi bunları ona görə oxuyurdum ki, kitabın içində bir şey desin. Burada, buradan bura bir şey deyəcəkdi, görək nə mənə deyir. Fətəhin üçün nəsr-i mübin inna fətəhna ləkə. Fəthin üçün nəsr-i mübin inna fətəhna ləkə fətən mübina innəllâhe və məlâkətəhu yusallûne alən-nəbi yâdi behâiddin âmenû yâdi behâiddin âmenû usallû aleyhi və səllemû təslîmâ Allahümme salli alâ seyyidina el-nebiyyil ummi ve ala alihil kiram ve ashabihil izam na'ti əşərə el-mübəşşərə. İndi kitabı hardan deyir? Əslən kitaba görə bir şey demədi zahirən. Ki mən nə yazıram? Gəldi na'ti əşəri mübəşşərə. Yəni o 10 nəfəri ki Həzrət Məhəmməd deyibdi, bunlar behişdə mənim yoldaşlarım olacaqlar. Onların haqqında istəyir bir şeylər desin. Tamam. Bunları geçək görək ki
Məsələn, burada adların 40-da yazıbdır. Nə'ti kim, indi burada kim yazıb? Nə'ti xulafa'ul ərbəə, əvvəl onları başlayır. Ondan sonra burada Nə'ti əmirəl müminin Əbu Bəkr Siddiq və rəziyallahu anh. Nə'ti əmirəl müminin Ömər ibn Faruq rəziyallahu anh. Nə'ti əmirəl müminin Osman ibn Affan rəhmətullah. Nə'ti əmirəl müminin Ali ibn Əbi Talib kərrəmə vəcəhu. Nə'ti əmirəl müminin Əl-Həsən vəl-Hüseyn əminəl müminin Əl-Həsən vəl-Hüseyn və Həmzə və Abbas rəziyallahu anhum. Burada da bunları deyir. Bunlara şey yazır. Ondan sonra gəlib burada Nə'ti baqiyel ali vəl əshab rizvanullah aleyhim əcməin. Qalanlar bunları da Peyğəmbərə görə belə səhvə yazdı. İndi bu şeylərə görə yazır. Burada səbəbi təhrir-i inkitab. Tamam, gəldi yetişdi bura. Səbəbi təhrir-i inkitab. Bu kitabı niyə yazdım? Və bə'd səbəbi təhrir-i əvraqi məqalat və baisi təhric silsili ibarat oldur ki, gördüm ki, ömr geçməkdə və əyyam dönməkdə zaman müqtəzi və dəhr müngəzi şəbab isə bil külliyə getdi və qüva isə surəti sakit oldu. Özün deyir da, özünün deyir ki, gördüm ki, ömr geçdi, əyyam dökünməkdə ya dökənməkdə, yəni tökülür, gedir qutarmaqda, dökünmək, qutarmaq. Zaman müqtəzi və dəhr müngəzi. Müngəzi yəni geçir. Müqtəzi yəni çox bir az zaman içində. Şəbab isə bilkülliyə getdi. Cavanlıq, şəbab cavanlıq. Quva isə sürti saqit oldu. Yəni surətlə saqit oldu. Asiyabi dövran isə ehtimalən xəlqi daim ögütməkdə və dürlabi çərx isə hər dəm toldurub dökməkdə. Dolab-ı çərx, dolab dolçalara bizdə dolça deyirik da, bundan dolça dolabdan gəlir. Dolab sözü ilə birdir. Dolab da dolanmaqdan gəlir zahirən, mənə belə gəlir. Qədim buna görə ki, buğdanıza da dartalar, su tökülən yerdə ya su gedən yerdə bir çərx düzəldirdilər. Dolçaları bağlırdılar ona məsələn. Ya dolça kimi onu düzəldirdilər. Su dolurdu onun içinə, belə aşırdı, o ağırlığı onu aparırdı. Ona deyirlər dolanan da, həman dolab dolanan bir yol. Bu deyir ki, və dolab-ı çərx isə hər dəm tolub dökməkdə idi. O növbə ilə ölürük ha, onu bənzədibdir o Asiyab, o dəyirman çərxinə ki, hey beləsi fırlanır, suyu doldurur, dolduranlar gəlirlər, üstdən tökülürlər. Tazaşdan boşlar gəlir, aşağıda dolur, üstdən tökülür. Ona deyir ki, və dolab-ı çərx isə hər dəm toldurub dökülməkdə, dolub dökülməkdə və əshab-ı əhbab isə turmayıb əskülür. Dostlar da, əhbab və əhsab da, bunlar da turmayıb, durmadan əskülür. Hey azalır, ölürlər, gedirlər, azalır. Və ətbab-ı xuddam isə biri gedir, biri gəlir. Burada bir şey yazıbdır. Təhiyyət ya neçə? Necə bildürlər məzzin? Necə bildirilməzin əsəri qalmadı. Necə bələdənlərimizin əsəri qalmadı. Beləsi bir şey. Bilənlərimizin, yəni. Bilənlərimizin əsəri gəlmədi. Bəlursuz oldu. Bəlursuz yəni bəlli deyin olacaq. Bəlursuz oldu, bəlli olmadı. Bəlursuz oldu. Və deyincə gördüklərimiz vardı ki,
hekayətləri dəxi kəsildi. Gördüklərimiz var ki, onların nəqli qutardı. Musahibət etdiyimiz məbalinin çoxu getdi və ixtilat etdiyimiz üməranın əksəri Allah əmrinə vardı. Benim dəxi ömrümüzdən bizim dəxi ömrümüzdən kim bilir ki, nə qaldı? Əgər bir qaç gün varsa tutalım, ol da axır oldu. O da axır olar da. Çün gördüm dünyanın hali böylədir. Ana uymaqla olmaz. Hər kişi ki onun həvasinə nədir oldu? Hər kişi ki onun həvasinə gələr, axir dəmdən qeyri faydə gəlməz. Hər kişi ki onun həvasinə gələr, axir nədəm nidamət, axir nədəmdən qeyri faydə qalmaz. Pəs qəsd eylədim ki, əbnai dünyadan münqəti olub kəsiləm. Bir quşəyə, bir xəlvət cuşəyə varıb, xəlqdən üzlət qıləm. Lakin gördüm, təəllüqatın xeyli kisrəti var. Bağlıyım, çox təəllüqat, yəni bağlılıqlar. Onlardan tamam inqita olunmaz və elm ilə nəfsün yüncəliyindən ehtimal olacaqdır. Yüncəliyindən ülfəti var. Və elm ilə nəfsün yüncə yildən ülfəti var. Anın əhlindən bil külliyə vaz gəlinməz. Yün gibi əmr kişiyə dəf'i hasıl, bunun gibi əmr kişiyə dəf'i hasıl olmazmış. Nəfs 40-50 yıllık məlufindən az zamanıda kəsilməzmiş. Tədric ilə xəlvətdən ləzzət almaq gərəkmiş ki, kisrət ani incidə və bir az müddət göcül kitabından oxumaq gərəkmiş ki, zahir elmi onda yoxsa unuda yanı yaddan çıxada. Yoxsa bir kişi ki ibtidaən ömründən bərü mütaliə və dərs ilə mütaliə və dərs ilə məluf ola, ani ixtiyar ilə qəçən qoya bilir. Qəçən necə qoya bilər? Qəçən qoya bilir. Gayeti mütaliəsini ulum-i şər'iyyə və kütüb-i məşayixə qılır. Amma bu dəxi təriqi fikri durur və dərvişlik dəyildir. Lakin necə edəlim? Şimdiki vaxtda əlimizdən gələn budur. Şimdiki vaxtda əlimizdən gələn budur. Bizə vacib olan oldur ki, bu surətdəki halimizi bari gözləyək. Bu aradakı ovqatımızı bil külliyə təzyiq etməyavuz. Əhl-i ilmin mütaliə arasında çox vaxtləri olur ki, əbəs yerlərə sərf olunur və xalqa müxtəlit olanların əlbəttə neçə saatləri olur ki, mala yəniyə xərc qılır. Pəs aqil oldur kim, ol vaxtləri hifz eləyib, qocalıbdır da, indi ölür. Gəlib deyir ki, aqil nədir? Pəs indiyəcən nəyə fikirləşirdin? Bu 50-60 illiyi harada sərf eləmişdin ki, indi gəl, hamımız bucuruq, hamımız beləsi yox. Biz ömür geçdikcə təcrübə qazanırıq və anlayışımız dəyişir. O zaman da ki, fikir yox, yavaş-yavaş
ölmək zamanına fikr edirik da, bilmirik ki, mümkündür ki, bir saniyədən sonra, bir saniyənin içində ölək, bir saniyə də çəkməyə. Amma deyir ki, onda düşürük buna ki, biz özümüzü təmizləyək, qiyamətə hazır olaq. O dünyada deyirlər ki, ot kösəf vardı, ağac vardı, bel vardı, nəmənə vardı, ilan əqərəb vardı. Bunları deyə qorxuruq. Düşür canımıza tövbə eləməyə başlayırıq ki, daha indi başlayaq, oturaq. Deyir ki, və xəlqə müxtəlif olanların əlbəttə neçə saatləri olur ki, mala yəni nə xərc qılınır. Pəs aqil oldur ki, ol vaxtları hifz eyləyib göz altından gəldikcə bir mühüm diniyə sərf edə. Əgər axirət məsləhətində olmazsa, bari cah anın təşvişində ola. Calibdir. Əgər əxlaqını təhzib edəməzsə, bari necə təzhib olur mülahizə qıla. Bari sözü gedibdi şeydə işlən, bari yəni o yox bu. Məsələn, gələ bilmir, bari göndərsin məsələn. Məsələn, deyirik ki, misal, məsələn, türkçə desək, gələ bilmir, bari telefon eləydi. Yəni, ən azı budur. Alternativdir. Bu şey alternativdir. Bari sözü ki, gedibdi Allaha da işlənibdi və şeyə də. Cah onun təşvişində ola. Əgər əxlaqını təhsib edəməzsə, bari necə təhsib olur mülahizə qıla. Cəhanə ibrət gözü ilə nəzər edib fikr eləyə. Pəs hal dil ilə cah bir qəc kələmat söyləyə. Əgər kəndüyə faydası olmazsa, yaşındakı bir kişi, yanındaki bir kişi faydası yetişə. Söz dedikləri bir cəvahir olur, bir cevher olur. Söz dedikləri bir cevher olur. Şayet bir qiymətin bilənin əlinə düşə. Dürüsttür ki, bir kəlməsindən bir əziz, nacah, bir nəf görə ki, qailinin səvabı bir neçə yıllıq ibadət yerinə türə. Bir söz ki, dərun dildən gələ küçük olur və bir kəlam ki, ana qərəz və riya qərişməyə gerçək olur. Bir suxan ki, haqq üçün ola, gönüllərdə təsir edər və bir məqali ki, Allah üçün dinlə, Allah üçün denilə, canlar içində yer edər. Söz bir nəsnədir ki, zail olmaz, qiyamətə dəkin durur. Cah, bunlar taza sözdür ha, mən bunları eşitməmişdim. Yəni, tərif edir. İndi bu söz adına deyirlər, farsça deyirlər ki, fəlsəfə-i zəban taza fəlsəfədir. Məsələn, geçən 30 ildə zadda çıxıb, 40 ildə zadda çıxıbdır. Amerikada da bir məşhur bir adam var, o bunun başında gələn bir adamdır. Bu, indi onudur. Və bir kəlam ki, ana qərəz və riya qərişməyə gerçək olur. Bir suxan ki, haqq üçün ola, gönüllərdə təsir edər. Və bir məqali ki, Allah üçün dinlə, canlar içində yer edər. Söz bir nəsnədir ki, zail olmaz qiyamətə dəkin durur. Cah olur ki, neçə məclislərdə oqunduqca duayı xeyrə səbəb olur. Vaxta olur ki, bir duası məqbul kişiyə tuş gəlir. Bir duası məqbul kişiyə, bir adam deyir, elə bir zaman olar ki, sənin sözünü bir adam eşidər, tuş gələr ona, çox calibdir. Tuş sözü. Kişiyə tuş gəlir, bir ağzı, qüvvətli, dili, tətlu, əzizə, şuş gəlir. Şuş gəlmək də calibdir, şiş də deyil, şuş gəlir, yəni rast gəlir, düşür əlinə. Hətta rast gəlmək də deyil, şuş gəlir, yəni məsələn, göydən düşdü bunun ovucuna, məsələn, belə deyərik. Şuş gəlir.
Anun duası əgəlli buna şu qədər faydədir verir ki, bərzəxdə ruhini inci müzayiqədən qurtarır. Fəqir dəxi bu mənayı qəsd eləyib. 3-4 ay miqdari iqdam eylədim. Mütaliə dərsidən artan ovqatı təzyiq etməməyə ehtimam eylədim. Allah Teala Həzrətinin kəmal tövfiq və inayəti ilə və ərvah mütəhhərənin ruhaniyyətləri bərəkatı ilə bir qəç ayın içində bir təzərrünamə yazıb tərtib eylədim. Haqqi Həzrətinin Bəğut-i Kərimə, Həzrətin Bəğut-i Kəriməsində, Bəğut nə deməkdir bilmirəm. Əlbəttə Bəğut da deyil, bu nöqtəsi yoxdur, ona görə qalmışam ki, bıdıtıdır. Ğut, bir dənə də bundan qabaq, bığıdan qabaq bir hərfi var ki, onun nöqtəsi yoxdur, amma mən Bəğut oxuram bunu. Bəğut-i Kəriməsində hər nə xatirimə gəldi, söylədim. Gah olur ki, bir məclisdə 3-4 vərəq yazdım, vərəq olacaq bu. Gah olur ki, bir məclisdə 3-4 vərəq yazdım, yazardım. Kərəmiyyətdən bilməzdim. Kərəmiyyətdən bilməzdim, nə ilərdim, nə edərdim. Kərəmiyyət də olar, cərmiyyət də ola bilər. İstilıq, amma isti olmayacaqdır. Kərəmiyyətdən də olmaz, bilmirəm niyə. Bilməzdim, nə ilərdim, nə edərdim. Məani dürri gəlirdi, mən təhrir edərdim. Və məarif-i dökülürdü. Və məarif-i dürri dökülürdü, mən təqrir edərdim. Əgərçə ol nüsxə bir türkçi kitab kidir surətdə. Kitab kibidir surətdə, amma cami ənva ulumdur həqiqətdə. Türkçüdür, amma cami həqiqətdir. Hər taifi xətt olsun, hər taifi xətt olsun, hər taifiyə həzz olsun deyə, həzz, fayda, keyf. Hər taifəyə həzz olsun deyə, Türkçü dilinə soğub dururum. Türkçü dilindən yazaram yəni. Amma əhli bilir ki, mən anda nə nöqtələr qəsd edib dururam. Əsasi usul-i məşayix üzərinə verilib durur. Dünyası qəvaidi əhli təriqət üzərinə qonulub durur. Çün Allah Həzrətinin lütfi ilə ol kitabı axirətə ilətdim, axirinə ilətdim, axirətə deyil. Nöqtələr iki dənədir. Axirinə ilətdim, gördüm ki, cahan bağında bir tazə gülüstan düzətdim. Eşq əhlinə yetəri ki, saz öyrətdim. Eşq əhlinə yetər bir ki, saz öyrətdim deyirlər da Türkiyədə, öyrətdim. Və dərd dəstlərinə bin türlü zar-niyaz öyrətdim. Dərd əhliləri olacaqdır, dərd əhlilərinə, indi bu biraz o bəlkə bir cür yazılıbdır. Dərd əhlilərinə bin türlü zar-niyaz öyrətdim. Şoq ərənlərini pür-ləvlüvi və pür-vəlvəli cüş qıldım. Zamani sözüm dürlərinə həlqə bir cüş qıldım. Fələk tağında yenə bir qəndil
zar astım. قندیل زر astım. Astım, asmaq. Avizan kərdən farsça. که دل əhlinə şoq ilə geniş nurini bastım. Ruhaniyan məclisinə bir şəm'i düzdüm. İlahi və uşşaq bir şəm'i düzdüm ilahi və uşşaq hingaməsinə bir eşqnamə yazdım kəmahiyyə. Yəni o cür ki lazımdır. Dil bülbüllərinə bir gül rəna götürdüm və sinə səririnə bir məhbub dil ara gətirdim. Bir məhbub dil ara gətirdim. Can tutisinə gönül məsrindən şəkərlər gönül misrindən can tutisinə gönül misrindən şəkərlər gətirdim. Bir dəfədən dəgül dəfəat ilə mükərrər gətirdim. Daməni axir zamani cəvahiri kələmat ilə toldurdum və yük suxan cövhərlərini dost yoluna nisar qıldım. Pəs fikr etdim ki, çün mümkün imiş ki, bir kişidən az zaman içində fikr etdim ki, çün mümkün imiş ki, bir kişidən az zaman içində bir yün kimi, yüngül bir şeydir da, bilirsiniz, yüngüllə yün bir kəlmədən gəlir. Yüngül, yün sözündən gəlir. Çünki yün o qoyunun tükünə deyirik da, çox yüngüldür. Yer onu götürə bilir. Ona görə yüngül də oradan gəlir. Zaman içində bir yün gibi əsər ola ki, dərvişlər arasında ana ol yadigar yetər ola. Bəs nə ola ki, bir gəc gün dəxi burada bir şey yazıbdır, üstünə qərə düşübdür, kamil görsənmir. Bir dəxi ibadəti haqqə etimad edib, ya inayət haqqı da ola bilər. O qəşəng görsənmir. Etimad edib, səy və himmət edəm. Əxlaq babində nəsihətnamə surətində bir kitab dəxi əzimət edəm. Gah dünyanın fənasından şikayətlər edim və gah nəfsün məkrlərindən hikayət edim. Gah hər əxlaqın iyülərindən təqrir edim və gah sıfatın yaramazlərindən, yaramaz, yəni faydasız, yaraməzlərindən yaramaq, yəni fayda vermək, yararlanmaq, faydalanmaq, yaramaz, yəni nafaydə, bifaydə. Yaramazlərindən təhvir edim. Təhvir, yəni həzər eləmək, uzaqlanmaq. Gah hikmət yolundan məqalat edim və gah tobix yüzündən kələmat edim ki, əql məaşindən bəyan edim ki, əql məaddən, əql məaş, əql məad. Bu iki dənə söz İslamda, İslam kəlamı deyək. İslam içi fəlsəfədə ya kəlamda yeri var bu iki dənə. Əql məaş, yəni o əqli ki, dünyada yaşam üçün lazımdır. Əql məad da o əqldir ki, dünya gələcəyi, qiyaməti görə, ona görə. Bu iki dənə İslamda işlənir. Əql məaşidən bəyan edim ki, əql məaddən ana ki, əxlaqi füqəradən söyləyim ki, əql dadədən gəh dərvişlər dilindən bir tuti cuya olub şəkərlər yeyim ki, aşıqlar ağzından bir bülbül xoşavaz olub gəh olacaq. Gəh aşıqlar ağzından bir bülbül xoşavaz olub dəstan sər əlqar eləyim. Dəstan səralıqlar, dastan hemen. Dəstan səralıqlar eləyim. Gəh kərəm olub ariflər məqamindən xəbərlər verim. Gəh tənəzzül göstərib yenə zahidlər məqaminə enim. Əgərçə heç birisi bənim halim dəcildir, amma söyləyim hər birinin əhvalından biraz
şərh eylayım. Biraz az, bir az. Amma biraz deyirik. Biz Qəradağda da bunu işlədirik. Fikrim Təbrizdə də biraz işlənir. Biraz şərh eylayım. Cah ola ki, vəz surətində kələmati mərquqə söyləyib ağladım. Fil cümlə, qələm düz banın düzankən fil cümlə, qələm düzankən ehtimalən düzənkən bin dürlü zəbanla söylədim. Amma ol kitab üçün nə fəsl qoyum, nə bab qoyum. Amma ol kitab üçün nə fəsl qoyum, nə bab qoyum. Bəlkə söz nə tərəfə çəkərsə ana uyum. Məani cənabini gözədib məani cənabini gözədib əlfaz canibindən diqqət eyləyim. Məsəla da kitabın adını dedim məsləhətnamə. Bunu orada bir səhvə qabaqlıqda oxuduq ki, kitabın adı nəsihətnamə. İndi görək ki, bu biraz da dedi də babzad da deməyəcəm, bizim təklifimizi müşəxəs elədi. Kitabın da əvvəlində buracan ki oxumuşuq, bilmədik ki, bunu hangi zamanda yazıbdır. Amma biraz davam eləyək, bəlkə görək ki, hangi zamanda yazıbdır. 2 saatı da keçdik amma. Bəlkə söz nə tərəfə çəkərsə ana uyum, məani cənabini gözədib gözədib yəni göz altında tutum, gözləyim. Məani cənabini gözədib əlfaz canibindən diqqət eyləyim. Məsəla həmin qələmi aludə alıb əldə əlvə. Məsələn həmin qələmi əlümə alıb Cənab-i Rəbbi izzətə mütəvəccüh olum. Xatibi qeybidən hər nə növ ilə işarət olursa anı təhrir qılım. Hər vaxtdə Haqqı Teala lütfi ilə xatirümə hər nə qism gəlirsə anı yazım. Bu degül ki fikr ilə səyilər eyləyib birin yazım, birin çizim. Deyir ki, özüm fikirləşib yazmayayım. Hər nə zehnimə Allah gətirdi onu yazacağam. Haqqı Teala lütfünə xatirümə hər nə qism gəlirsə anı yazım. Bu degül ki fikr ilə səyilər eyləyib birin yazım, birin çizim. Bəs bu niyyətlə təhrir etməcə ibtida qıldım. Haqq Həzrətindən tövfiq və inayət istid'a qıldım. İttifaq 1-2 ay miqdarı olunca əcza birin irişdi. Əcza yerin irişdi ki təqrib ilə əhl-i Allahın zikri araya düşdü. 2 ay çəkibdi. Ki deyir, ol münasibətlə xatirmə gəldi ki məşayix məşhuri anım yəni adlarını çəkim, xatırladım, yada salım. Xatirmə gəldi ki məşayix məşhuri, burada da bir əleyhisselam ehtimalən ola, anların mənaqibindən biraz təqrir qılım. Pəs həmin ol aradən ana şuru etdim. Əxlaq əmrinə müqəyyət olmayıb, ol uslubi bir qədəm, amma bir qəc əzizün mənaqibi yazılınca məvani oldu. Ol vaxtdən yeri hənuz yazılmadı. On vaxtdən bəri yəni bəru indiyəcək. Ol vaxtdən bəru hənuz yazılmadı, qaldı. Pəs vardım mənaqibə. İncə olan əcza irdim. İncə olan əczayı ayırdım. Ol məcmui başqa bir kitab fərz qıldım. Haqqı Teala Həzrətinin əltaf inayətlərindən və ol ərvahi müqəddəsənin ruhaniyyətlərindən ümidim oldur ki, bir vaxtda ol mənaqibi dəxi itmam edəm.
Cümlə kitabı anın tövfiqi ilə ixtitam edim. İnnehu qaribun mucibun və huvə a'lem və huvel alimul qadir zəmmə dünya və ma fiha. Bu bir ayədir ehtimalən. Qırmızı da yazıbdır. Dünya qərardə və qəddardır. Dünya qərradır, qərradə və qərradır. Dünya qərradə və qərradır. Nə deməkdir bu qərra? Xuddə Xomeyni də işlətmişdi bu kəlməni. Xud'e kərdən, yəni tavlamaq. Xuddaə və məkkarədir. Sən ani muqim sanırsın, ol səyyarədir. Deyir ki, bu dünya məkkarədir. Məkr elər, hilə elər, xuddə elər, yalancılıq göstərər. Sən dərsən ani, sən məkkarə dərsən, sən ani muqim sanırsan, sən onu muqim, durmuş sanarsan, ol səyyarədir, o dolanandır. Dünya mənzili ibrətdir, dünya məqam həsrətdir, dar-ı səlamət dəcüldür və cay-ı iqamət dəcüldür, sükkanə fəna lazımdır. Sükkanə sakin olanlara fəna lazımdır və ceyranə əta lazımdır. Ceyran qonşular və ceyranə əta lazımdır. Mənzəri munikdir. Mənzəri görüntüsü. Munik nə deməkdir? Ərəbi deyil, türkcədir. Oğuz türk qədim dilində munik deyiblər. Nalə, fəryad, şikayəti. Məsələn, səs ki şikayət edir. Məsələn, mərizdir, ay, bu şikayətdir. Ağlır uşaq məsələn, bu şikayətdir. Munik belə bir şey. Mənzəri munikdir və mühərri mubiqdir və məhri mubiqdir. Mubiq nə deməkdir? Munik, mubiq. Əmr sözündəndir, bəqa sözündəndir, qalan, həlak eləyən. Və mühərri ya mühri Həsən heynəndir. Mühri nə deməkdir? Ərəbcə sözdür, eşiyi. Eşiyə çıxan yol. Və mühri mubiqdir, qalandır. Zui ağaldır. Ağadır. Zui ağaldır. Ağal nə deməkdir? Və zilli zaildir. Zu işıq. Ağaldır, ağadır, bilmirəm. Axan, zui axan, yəni ağa. Ağadır, yəni su işığı daimidir. Və zilli zaildir, qaranlığı gedəndir. Dünya annalə və əvvalədir. Əkkələ ehtimalən, əkkələ və əvvalədir. Bunu yazaq görək. Gəldik, çətin yerlərə yetişdik. Dünya əkkələ və əvvalədir. Əkkələnin təşkilini qoyaq. Əvvalənin də təşkilini qoyaq mı ta? Nədən isə qoymadı. Bu da dünyada qələt yazmışıq. Əvvamə dəyir, o da nə idi? Əvvalə.
Dünya əkkale və əvvalədir. Dünya cahan, aləmi fani. Əkkale cəmi akkan ya həman bir ərziş güzər keçici. Əvvalə ali, əval, əmval, əsirvətlər, imtiyazlar. Bir tərkib. Osmanlıda dünya əkkale və əvvalədir. Məni cahan həqir o əmval an güzəra hastədir. Hər dəm ömr nəqdini almağa həvalədir. Dünya zahirdə bir həlvə-i həzərədir ki, həlvə şirin, həzərədə gömgöyərti, həzərədir ki, məhfudur səhəbat ilə. Məhfuf içi boş içirəm deyəm, səhvilərlə doludur. Məhfuf nə deməkdir, onu da bir baxaq. Bugün çox məhfuf həffəfdəndir, həffəf məhsur, əhatə olmuş. Türkçe yaz lütfen. Neden çönür bu tez? Məhfuf alasında, hesar içində bağlanmış bir yer. Məhfuf odur. Məhfufudur şəhəvat ilə. Dünya zahirdə bir həlvə-i həzərədir ki, məhfufudur şəhəvat ilə və həqiqətdə bir cifə-i qəzərədir ki, tolmuşdur qazə və rat ilə. Qazurat ilə. Qazurat da ərəbcə sözdür. Qurandan almışdı həttəm bunu. Qazurat. Qəzərədəndir. Qazur, xərabkar, fasid کننده, ziyanrسان. Həsəd, fəsad, naəhli icad کننده. Gene de getdi Farsiyə. Tamam. Buracan oxuduq. Gedək səfənin, kitabın axirindən də bir-iki səfə oxuyaq və qutaraq. Təəssüflə adamın adını da bilmədik. Yəni əvvəldə özündə adam tanıtdırmadı. Yəni mümkündə o birisi kitablarında tanıtdırıbdı. Burada da adını siliblər mütəəssifanə. Özünü tanıtdırmadı. Amma mən bir-iki səfəni adladım ortada. Bəlkə o səfələrdə adı olardı. Amma hər halda adladığımız üçün bir şey deyə bilmirəm. Gedək burada görək ki, nə deyir? Anlərdən bir neçəsini adlı adilə zikr eyləyim. Kələmat-ı şərifələrindən bir az rivayət edim və əxlaq-ı lətifələrindən bəzini hikayət edim. Amma gördüm ki, qeydaq biraz daldan, bəlkə burada bir şey yaza. Hər halda axirini də oxumasaq, çünki axirində gördük tarix yoxdur, onu oxumuşduq. Amma buradan biraz qeysaq bir-iki səfər daldan görək ki, nələr yazıbdır. Əvvəla ki, anlarda əhkam-ı təbiət bilinməz, məlum oldu ki, anları görsə dəxi qəbul etməzmiş və anların əfəalinə dəxi inkar edərmiş. Gayeti anların hökmünlə anlara nəsnə değməz və şimdi gözü gördüklərini qəbul eyləməz. Ani bilməz ki, zaman əhl-i Allahidən xali olmaz və cahan anlar sırrı nizam tutmaz. Və adətullah dəxi bunun üzərinə olmuşdur və qədimidən aləm belə ülü gəlmişdir ki, anların dəxi bəzi aşinadə olur ya aşikarə olur.
onların dahi bazisi aşikare olur ve bazisi xafi ve bazisi xalqa garşur, bazisi muxtefi, bazisi zahir ari olur, bazisi batin, bazisi ma'lum olur, bazisi kamin. Gayeti az zaman mütefavit olur ve asar muhtelif olur. Her dövrün bir iktizası olur ve her asrın bir müktezası olur. Vaxt olur ki kemal zahir ertelerinde çox olur ve zaman olur ki kümmel batil yüzünden artık kemal olacaqdır. Kümmel hemen kamil ehtimali kamiller. Kümmel batin yüzünden artık olur. Fil cümle her kişi ki onların menaqibini tətəbbü edib görər, cəzm edər ki onların müşaribi dürlü olur. Birinin yoluna biri yürümez ve birinin məşrəbi birine bağışmaz. Əgərçə cəmisindən məqsud birsə və cümləsinin hasili bir künhüsə, çünki söz soq olanı ehtimalən çünki söz sovuq ehtimalən olsun olanı bu araya erişti. İttifaq hatif qeybidən xatirimə bu düşdü ki Evliya-i kiramın menaqibindən yazar söz söyleyeyim. Yarar söz söyleyeyim. Ya da hemen yarar söz söyleyeyim. Yarayan. Ve onlardan bir neçəsini adı ile zikreyliyim. Kelimat-ı şeriflerinden biraz rivayet edim. O da elə Evliya-i kiramın menaqibindən biraz söz söyleyeyim ve onlardan bir neçəsini adı ile zikreyliyim. Kelimat-ı şeriflerinden biraz rivayet edim ve ahlak-ı latifelerinden bazını hikayet edim. Ama gördüm ki cəmi geçmişleri ana rəsm söz uzanır. Anarsam gördüm ki cəmi geçmişleri anarsam söz uzanır ve eğer bazına iktisar edersem ani tercih anlanır. Tercih yani seçməkdə. Seçmək deyirlər ki, seçdi. Xüsusən ki, kütüb-i təzkürü təsnif olunduqdan sonra Evliya-i izam gəlmişlərdir və ancaq məşayix-i kiram geçmişlərdir. Və bizim millətimizin dəxi neçə geçmiş ululəri vardır və zamanımızın dəxi neçə mütəəyyin bəllüləri vardır. Cəmisinin ahvali sahih bilinmək olmaz və menaqiblərindən zənn olunmayan yazılmaq olmaz. Əgər bildiyimi yazarsam, ancaq bildiyim dəqiq olur. İncə bildiyim olacaq ehtimalən. Ancaq bildiyim dəqiq olur. Qalanların ruhaniyetlerinden utanılır. Bas şoq ilə fikr elədim ki, təxsisi biz zikri bədən olmaya. Təxsisi biz zikri bəndən olmaya. Mən yəni kimi deyim, kimi demeyim olmaz. Buna getmeyeyim bu tarafa. Təxsisi biz zikr bəndən olmaya və şaibe-i tərcih benim kitabımdan anlanmaya. Şu taife ki Sultan-ı Muhaqqiqin və Burhan-ı Müdəqqiqin Xacə Fəriddin Əttar Qüddəsə Sirruh təzkirəsində almışdır zikr edəm. Pəs getdi ilə Xacə Fəriddin Əttar nəməyə yazıbdı, onu deyir.
və onlardan zayid məşayix məşhur edən bir qat müsəlləm əzizləri dəxi anım yeri xatırlayayım, kafla yazır, akım, hakəm. Amma mutaqiblərində tətvil etməyib ixtisar edim. Hər birinin əhvalindən həmin bir nümunə göstərim. Əsnai kəlamidə xatırıma gələn lətayifdən söyləyim. Ondan sonra həmin dua edib xətm eyləyim. Muradım oldur ki, ruhaniyyətlərindən bun dəmində bir mədəd yetişə. Yoxsa benim cibinim mət etməsindən onlara nə erişə? Min kəz ögürəsəm onların kəmal fəzlindən nəsnə artmaz. Əgər ömrümcə əgməzsəm bir zərrə qədri nam-ı şəriflərinə ziyan olmaz. Hər kim onları mət eylər, kəndi faydasına gələr. Və hər kim onları ölməyə, yenə ziyanı, burada bir şey silinibdir, gəli irər. Burada nə mən yazıb da bəlli deyil. Hələ ümidim oldur ki, Haqqi Teala tövfik verə, onları yad edim və onların zikri həsənəsi ilə bu kitabı bünyad edim. Hər dəm ərvah-ı mütəhhərlərindən hidayət əskik olmaya. Hər dəm ərvah-ı mütəhhərlərindən hidayət əskik olmaya və hər nəfəs nüfus-i müqəddəslərindən inayət əskik olmaya. Hər biri lütf eyliyibən bir mədəd edə ta ki ruhumuzdəndir. İman ilə gedə. Amin ya Rabbel alemin. Çün söz bu araya gəldi, bu cildi bunda tamam eylədim. İnşallah cildi əxirdə təzkiri-i uliyaya ihtimam edəlim. Ta hər birisi başqa bir kitab gibi ola. Adəm ola ki, birini yazdırmağa ittifaq elə. Burada da bir qılaqda bir şey yazıb, onu da oxuyaq, sonra bu günü beləliklə bitiriq. Deyir ki, با هر چه نشینی و نشد جمع دلت و از تو نرمید زحمت آب و جلت زنهار صحبتش گریزان می باش ورنه نکند روح عزیزان به حلت. این رباعی به یکی از خلفای سلطه خواجگان منسوب است قدس الله ارواحهم. Mütəəssifانə kitabın yazarının adı yoxdur. Mən tapa bilmədim. Bəlkə oxusaydıq bir yerdə, yəni diqqətlə sətir oxusaydıq, bəlkə diqqət ilə bir yerdə bunu görəydik ki, bu adamın ismi şərifi nədir? Çox gözəl bir kitab yazıbdır və mən sevdim. Yəni əslində bu kitabda çoxlu türkcə kəlmələri, məsələn biraz çox sevdim bu kəlmələri. Çoxlu kəlmələrə bu günləri rastlaşdım. Mürcahıma çıxdı. Çox sevdim. Gözəl bir kitab. Adı Nəsihətnamədir. Yazarının adını bilmirik, çünki burada adam heç bununla düşmənmiş kitabı, ya bunu sevmirmiş, ya nə mənə. Burada əlin tüpürcəhliyibdir, kitabı sürtübdür, cırıbdır. Bu bir çox əvvəldə onun haqqında bir şeylər yazılmışmış, onları silibdir. Ondan sonra qalanlar da çox gözəl bir yazı ilə, xətt ilə yazılıbdır. Bir-iki kəlməni oxuya bilmədim. Bəlkə bundan 30 səhifə oxudım. 30 səhifədən də çox bəlkə oxudum bu kitabdan, amma təəssüflər olsun ki, bir-iki kəlməni orada-burada oxuya bilmədim. Çox gözəl yazıbdır. Mən anladım bəzilərin, yəni anlamaq bir şeydir, düşünmək bir şeydir. O özü oxumaqdan və üstə bu nədir onu anlamaqdan dərin bir şey gərəkdir adam. Hər halda biraz bunları getdim. Bu qismətlərini hop buldum ki, bunlarda Qurandan, oradan buradan istifadə edilir kəlmələri yazır.
və sonra bu nəətləri keçdim ki, Xulafai Raşidin o Əşəri-i Mübəşşirədən keçdik və sonra kitabın səbəbin nə yazıbdı onu və adın o haqda gəldik. Gözəl bir şey yazıbdı hər halda. Vaqəən sevməli bir kitabdır. Türk ədəbiyyatında bir nümunə ola bilər. Yəni türk dilinin yaratdığı mədrəsələrdə, danışgahlarda ədəbiyyat deyə oxumaq ola bilər. Və əski dilinə, əski türk dilinə, əski türk yazısı ilə tanışmağa çox yaxşı bir qüvvətli bir mənbədir. Mən iki kitab açmışdım ki, ikincisini də oxuyam. Bu kitab Fransada saxlanır ehtimalən ya da Almanda, görüm harda saxlanır. Amma gördüyünüz kimi Mir Əli Şiri Nəvai. Bəli, Mir Əli Şiri Nəvaidən bir kitabdır. Fransada saxlanır və 135 səhifəlik bir kitabdır. Qalsın gələn dəfiyə, çünki kitabında da məntiqi teyridir və biz məntiqi teyri oxumamışıq. 1900 illərində zahirən bu gedibdir, yetişibdir Fransəlilərin əlinə. Burada da əvvəldə bir şey yazmışmışlar, siliblər. Təəssüflə bu da Kitab-ı Nəvai. Bu da gözəl xətt ilə burada yazmışmış. Kitab-ı Nəvai. Burada Nəvainin kitabı təəssüflə bunun da keyfiyyəti yaxşı deyil. Yəni elə bir şey üstünə duman səpilibdir, torpaq gəlibdir, şüşənin aynanın üstünə torpaq oturubdur. Torpaq deməyək, yəni elə bir şey nə deyək buna? Aynanın üstünə toz. Elə bir aynanın üstünə toz oturubdur. Biz aynada baxırıq, amma qəşəng görmürük. Kitab o cürsü görünür. Qalsın bu, qalsın Allah ömür verirsə bir ayrı gün bu kitabı tanıyarıq və bundan gedərik. Mən fəqət bu kitabın ki oxuduq, bunun adı nə idi? Zərrah Divan-ı Sabit Əfəndi Ayat-ı Əhadis, Divan-ı Sabit Əfəndi Şərh Xutbət Bəyan Türki, Nəhifi Divanı, Koroğlunamə bu üstdə qalıbdır. Tamam, bura gəlmişik. Biz bunun məntiqi teyri Nəvai budur. Nəsihətnamə, tamam, bu da biraz bunu dəyişdirək adın ki, tamam, fəqət qalsın nəsihətnamə. Bilək ki, biz bunu oxuduq. Burada da yazıb ki, məntiqi teyri mən bir dəfə oxumuşam zahirən. Belə görsədir burada. Amma mən bunu bir iş görürüm. Görürüm ki, bu nəsihətnaməni kopya eləyim. İndi gəlin burada axtarım. Görürüm bunun varı deyil. Hətta əl yazmanı da buradan götürürüm. Bəlli olsun ki, Nəvai. Bəli. Burada var əl yazma. Tamam, 2 dənə var. Bunun baxaq görək nə fərqləri var. Bu da Fransada saxlanır. Haman kitaba bənzir. Biraz kiçilsəm bunu. Hamandır, elə bir haman kitabdır. Bəli, haman kitabdır. Ona görə bunu siləcəyik zahirən. Bu gedək əvvəlinə. Aha. Burada elə beləsi saxlasaq bu yazını da görürük. Bu da indi gətirdiyimizdir. Bəli, həman kitabdır. Həman kitabdır. Tamam, bunu silək buradan. Nəvaini ehtiyacı üçün qabaqcan oxumuşuq. Ehtiyacı yoxdur ki, indi bir də onu tazaşdan oxuyaq. Gedək bunu buradan silək. Aydad, bidad. Nəvai buradaydı. Bunu silək geçsin. Dilit eləyək. Geçsin aşqal qabiyə. Çünki qabaqcan onu oxumuşduq. Beləliklə bugünün sonuna gəlirik, yetişirik. 297-ci bölüm Hancıdan beyin mühəndisliyinə qarşı Türkcə əski kitablar proqramının 297-ci proqramında bir dənə Nəsihətnamə adında kitabla tanış olduq. İçini oxumadıq, görək nədir. Zahirən çox dini məsələləri olacaq, amma oxumadıq, görək ki, siyasətə görə gedir, getmir.
topluma görə gedir, getmir, bunları oxumadıq. Bunu bilmək üçün biz getməliyik, bunu oxumalıyıq. Hər halda heyf ki, bir də insanlar ölüblər. Türklər özəlliklə ölüblər və onlara bu kitabları yetirmək olmur. Tamam, sən ki deyirdin, türklərin məcmui yaratdığı ədəbiyyatı yarım termidə oxumaq olar. Gəl bu kitablara bir bax, bir xəcalət çəkinən. Görürsən ki, Fars dünyasında bunun 100%-i can, 1000%-i can kitab varmı? Sağ qalın.